Hepinizi salamlayıram. Çox sağ olun ki, vaxt ayırıb bugün final raundunda iştirak edirsiniz. Mən Samir Nəcəfov, Bakı Dövlət Universiteti Məhkəmə Müsabiqə Cəmiyyətinin 2025-2026-cı tədris ili üzrə baş koordinatoru kimi fəaliyyət göstərirəm. Öncəliklə qısaca sizə Məhkəmə Müsabiqə Cəmiyyəti və Topçubaşov Məhkəmə Müsabiqəsi barədə qısa məlumat vermək istərdim. Ümumilikdə Məhkəmə Müsabiqə Cəmiyyəti 2016-cı ildən bəri konstitusiya icraatı, arbitraj, mediasiya, bu ildən etibarən isə danışıqlar və müqavilə tərtibi sahələrində müsabiqələr həyata keçirməklə hüquq tələbələrinin peşəkar kadr kimi formalaşmasına töhfə verir. Elə bu istiqamətdə keçirilən müsabiqələrdən biri olan Topçubaşov Məhkəmə Müsabiqəsi 2016-cı ildən bəri sırf milli hüquqa və hüquqi arqumentasiyaya fokuslanaraq keçirilir. 2018-ci ildən etibarən isə müsabiqənin yeni formatda konstitusiya icraatı qaydasında keçirilməyə başlanıldı. Burada əsas məqsəd hüquq tələbələrinin artıq daha fundamental hüquqi məsələlər barədə müzakirə, arqumentasiya aparmasını təmin etmək idi. Elə 2026-cı il Topçubaşov Məhkəmə Müsabiqəsi də bizim üçün həmçinin xüsusi bir əhəmiyyətə malikdir. Belə ki, bu il müsabiqənin yaranmasından 10 il ötür və biz bu buraxılışı elə yubiley buraxılışı da adlandıra bilərik. Həmçinin bu 10 il ərzində ən çox iştirakçı məhz bu ildə qeydiyyatdan keçmişdi. Belə ki, 6 hüquq təhsili verən ali təhsil müəssisəsindən 33 komanda, belə desək 200-ə yaxın hüquq tələbəsi burada yarışdı. Və bunların arasından seçim və yarımfinal mərhələlərində ən yüksək nəticə göstərən 2 komanda, Ərzəçi Məhəmməd Əmin Rəsulzadə və cavab verən Fətəli Xan Xoyski komandaları finalda iştirak eləmə hüququ əldə elədilər. Təbrik edirəm sizi bu münasibətlə. Deməli, müsabiqədə bizim əsas məqsədimiz hüquq tələbələrinə hər bir hüquqşünas üçün lazım olan bəzi bacarıqları yiyələndirməkdir. Belə ki, müsabiqə ümumi şəkildə desə 2 hissədən ibarətdir. Yazılı mərhələ və şifahi mərhələ. Yazılı mərhələdə komandalar hüquqi yazı, hüquqi arqumentasiya, həmçinin şifahi çıxışlarda şifahi arqumentasiya və vəkillik bacarıqlarını və digər əlaqəli bacarıqlarını inkişaf elətdirmək fürsəti əldə etdilər. Sonda mən müsabiqənin təşkilində dəstəyi üçün bir neçə şəxsə təşəkkürümü bildirmək istəyərdim. Öncəliklə müsabiqənin bu ilki ilinin müsabiqə işini ərsəyə gətirdiyi üçün Dentons Hüquq Şirkətinin Bakı ofisinin idarəedici partnyoru Ülviyə xanıma və Dentons Hüquq komandasına öz təşəkkürümü bildirirəm. Bu ilin müsabiqə işi rəqabət hüququ, daha spesifik desək, rəqabət hüququndakı obyektiv zərurilik konsepsiyasının hüquqi cəhətdən əsaslandırılması ilə bağlı idi. Ardınca müsabiqənin təşkilində göstərdiyi dəstəyə görə partnyorlarımız Dentons Hüquq Şirkətinin Bakı ofisinə, Grata International Azərbaycana, həmçinin Fortiori Hüquq Şirkətinə öz təşəkkürümüzü bildiririk. Ardınca müsabiqənin həm yazılı mərhələsində, həm də şifahi mərhələlərində, həmçinin bugün final raundunda iştirak edən bütün hakimlərimizə öz təşəkkürümüzü bildiririk. Çox sağ olun ki, müsabiqə boyunca həm bizlərlə, həm də digər hüquq tələbələri ilə öz təcrübələrinizi bölüşdünüz, bizim inkişafımıza bir töhfə verdiniz. Ardınca göstərdiyi məkan dəstəyinə görə Konstitusiya Məhkəməsinə və bizə Konstitusiya icraatı barədə təlim keçdiyi üçün Anar müəllimə öz təşəkkürümü bildirirəm. Həmçinin Konstitusiya Məhkəməsinin rəhbərliyinə Fərhad müəllimə öz təşəkkürümü bildirirəm. Son olaraq noyabrdan etibarən bu müsabiqənin ərsəyə gətirilməsində əsas rolu oynayan Məhkəmə Müsabiqə Cəmiyyətinin bu ilki heyətinə öz təşəkkürümü bildirirəm. Çox sağ olun ki, birlikdə 10 illik ənənənin bu ildə uğurla davam elətdirməsinə nail ola bildik. Çox uzatmaq istəmirəm, bilirəm komandalarda həyəcanlıdır. Hər birinizə uğurlar arzulayıram. İnşallah bir komanda daha doğrusu qalib olacaq, amma hakimlərin də hər zaman feedbacklərdə qeyd elədiyi kimi, siz özünüz burada iştirak eləyirsinizsə, bunun özü komfort zonadan çıxma və nəsə bir şey eləmə istəyindən gəlir. Ona görə nə qədər klişe də olsa, mən deyə bilərəm ki, hər iki komanda burada qalibdir, amma müsabiqə olduğundan bir komanda müsabiqənin qalibi nominasiyasını sadəcə əldə eləyəcək. Hər birinizə uğurlar arzulayıram. Söz artıq məhkəmənindir. Buyurun. Çox sağ olun. Katibə sözü verəyim. İclası başlamasın. Hörmətli məhkəmə və proses iştirakçıları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində 2026 Topçubaşov Məhkəmə müsabiqəsinin final raundu açıq elan olunur. Məhkəmə iclasına sədrlik eləyir hakim Mehran Əmirli və hakimlər Cəmilə Məcidli, Ülviyə Zeynalova, Fidan Rüstəmli və Elvin İsay. 2026 Topçubaşov Məhkəmə müsabiqəsində
ərizəçi Smart Filming MMC-ni cavab verən Azərbaycan Respublikası Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə qarşı işinə bağlı. Məhkəmə iclasında ərizəçinin nümayəndələri qismində Aybəniz Gözəlova və Nilüfər Məmmədli, cavab verənin nümayəndələri qismində isə Orxan Əsgərli və Arzu Mədətova iştirak edir. Çox sağ olun. Ərizəçi hazırdır. Cavab verən hazırdır. Başlaya bilərik. Bunda bugün ərizəçinin nümayəndəsi. Möhtərəm sədr və hakimləri, cavab verən tərəfin nümayəndələri və zalda əyləşən digər şəxslər hər birinizi salamlayıram. Mən Nilüfər Məmmədli və həmkarım Aybəniz Gözəlova bugün ərizəçi tərəfi təmsil edirik və növbəti 16 dəqiqə ərzində ərizəçinin konstitusiyada təsbit olunmuş azad sahibkarlıq hüququnun pozulması ilə bağlı ilk iki məsələni diqqətinizə çatdıracağam. Yerdə qalan məsələləri isə həmkarım diqqətinizə çatdıracaq. 3 dəqiqə isə təqsib ayrılacaqdır. İlk öncəliklə işin hallarını təqdim etməyə ehtiyac varmı? Xeyr, tamam edin. İlkin məsələ ondan ibarətdir ki, cavab verən hökmən mövqedən sui-istifadəyə şərait yaradaraq dövlətin azad sahibkarlığı qorumaq üzrə pasiv öhdəliyini pozmuşdur. Biz bu məsələni iki aspekt üzərində əsaslandıracağıq. İlkin aspekt bununla bağlıdır ki, Azərbaytex digər təsərrüfat subyektlərinə ona üstünlük verməyə məcbur etməklə ərizəçini bazardan sıxışdırmışdır. Konstitusiyanın 15-ci və 59-cu maddələrinin qarşılıqlı təhlil etdikdə görürük ki, dövlətin pasiv öhdəliyinə görə dövlət orqanı azad sahibkarlıq hüququnun təminə şərait yaratmalı, ədalətli rəqabəti qorumalı və məhdudiyyət tətbiq etdikdə də bu məhdudiyyət əsaslandırılmış bir məhdudiyyət olmalıdır. Yəni burada gördüyümüz kimi hökmən mövqedən sui-istifadə olduğu halda bu sui-istifadənin bazara təsiri obyektiv bir şəkildə qiymətləndirilməlidir. Həmçinin Rəqabət Məcəlləsinin 16.2.5-ci maddəsinə görə hökmən mövqedə olan subyekt tərəfindən digər təsərrüfat subyektlərinin ona üstünlük verməyə məcbur edilməsi hökmən mövqedən sui-istifadənin bir hal hesab olunur. Doğrudur, müqavilənin 2.2-ci bəndində göstərilmişdir ki, Azərbaytex tərəfindən digər ödəniş sistemlərinin sertifikatlaşdırılması mümkündür və bu gələcəkdə edilə bilər. Lakin biz faktiki vəziyyətə baxdıqda bu müqavilənin icrasının ümumiyyətcə mümkün olmadığını və icra edilə bilərliyinin olmadığını görürük. Belə ki, ödəniş sisteminin necə sertifikatlaşdırılması ilə bağlı hər hansı bir mexanizm, prosesin necə aparılmağı ilə bağlı məyar yaxud da ki, ümumi qaydalar müəyyən edilməmişdir. Bu səbəbdən də ödəniş sisteminin necə sertifikatlaşdırılacağı və bunun hüquqi nəticələri necə olacağı sual altında qalmışdır. Bununla da ödəniş sistemini sertifikatlaşdırmayaraq Biraz az olaraq aydınlaşdıraq. Bu konstitusiyadan gətirdiyiniz, istinad edildiyiniz maddə ki var. O konstitusiya maddə olaraq ən yüksək ali hüquqi akt kimi mövcuddur, amma onun qanunvericilikdə necə şaxələnməsi, necə öz əksini tapması oradakı ümumi prinsiplərində, bu da mühüm əhəmiyyət kəsb eləyir ki, biz baxanda o rakursdan baxaq. Həmin maddə bizim qanunvericilikdə, həmin hüquq, həmin vəzifə deyək, bizim qanunvericilikdə başqa cür necə öz əksini tapır ki, biz də o çərçivədə baxa bilərik, yoxsa baxa bilmərik, o tərəfdən də müəyyən eləyək. Konstitusiyanın 148-ci maddəsində göstərilmişdir ki, biz həmçinin ali qanun konstitusiya olsa da, qanunlar və fərmanlar, həmçinin Nazirlər Kabinetinin qərarları, Mərkəzi İcra Hakimiyyətinin orqanlarının qərarları da normativ hüquqi akt qüvvəsinə malikdir və bunlar da mütləq şəkildə nəzərə alınmalıdır. İndi həmin müddəa ki var, pozitiv öhdəlik kimi qeyd elədiyiniz, o milli hüququn, digər maddi hüquq normalarında, digər hüquqi aktlarda öz əksini necə tapılır, başqa cür necə əks olunur? Bəzən elə müddəalar var da ki, onlar bir növ sadəcə konstitusiyada mövcuddur. Bəs həmin hüquq başqa hüquqi aktda necəsə şaxələndirilib, əks olunub yoxsa yox? Həmin vəzifə. Konstitusiyanın 15-ci və 9-cu maddələr üzrə azad sahibkarlığın qorunması elə hansı ki dövlətin pozitiv öhdəliyi Rəqabət Məcəlləsində rəqabət orqanının pozitiv öhdəliyini əks etdirən bütün maddələrin ümumi əksidir. Yəni pozitiv öhdəlik dedikdə Rəqabət Məcəlləsində göstərilən rəqabət orqanının həmin təsərrüfat subyektini qorumaq üzərinə götürdüyü bütün öhdəliklər nəzərdə tutulur. Rəqabət Məcəlləsinin hansı müddəasında o birəbir o ifadələrdən istifadə var yoxsa? Bəli, hökmən mövqedən sui-istifadə 16-cı maddə göstərilmişdir və hökmən mövqedən sui-istifadə qadağan olunduğuna görə bu hal ümumiyyətcə rəqabət orqanı tərəfindən düzgün qiymətləndirilməli və qarşısı alınmalıdır. Bu səbəbdən də bu onun özündə azad sahibkarlığı qorumaq üzrə pozitiv öhdəliyini əks etdirir ki, ümumi hökmən mövqedən sui-istifadəyə icazə verməsin və ədalətli rəqabəti qorusun bazar şəraitində. Dövlət qorumadsa onun inzibati hüquqi nəticəsi nə olur? Yaxşı, ümumilikdə vəzifəsini yerinə yetirmədsə, icra eləmədsə dövlət, onun inzibati hüquqi təminatı nədir? Hansı hüquq aktı o, hansı cavab tədbirləri görülə bilər həmin riayət olunmamağa qarşı?
Agentlik əgər ki öz vəzifəsini yerinə yetirmədiyi halda bu məhkəmələr tərəfindən mübahisələndirilir. Məhkəmələr də bu halda həmin qərarı ləğv etməlidirlər və buna uyğun qərar qəbul etməlidirlər. Yəni dövlətin əsas öhdəliyi bununla bağlıdır. Yaxşı, davam edin. Bayaq da qeyd elədiyim kimi, ödəniş meyarları əvvəlcədən müəyyən olunmadan, ödəniş sisteminin sertifikatlaşdırılması meyarları əvvəlcədən müəyyən olunmadığına görə, ərizəçinin faktiki olaraq EasyFinPay olan məhsulun necə sertifikatlaşdırılacağı məsələsi hüquqi nəticəsi proqnozlaşdıra bilməyən bir hala gəlmişdir və bu səbəbdən də ərizəçinin EasyFinPay məhsulu sertifikatlaşmadığına görə bazarda dolayı yolla məhdudlaşdırılmışdır. Təsadüfi deyil ki, məhz bundan sonra ərizəçinin 250 müştərisinə 180-i Azibitex-in bulud infrastrukturu üzərində fəaliyyət göstərdiyinə görə təsadüfi deyil ki, bundan sonra Azibitex məhz həmin müştərilərə nisbətdə 0,8% endirimli komissiya təklif edir. Və bu komissiyanın da məqsədi həmin məhsulu ərizəçinin EasyFinPay modulundan istifadə edən müştəriləri ondan deyil, Azimonix Pay-ə istifadə etməyə yönəltməkdir. Hansı ki, bu da 16.2.5-ci maddəyə görə hökmran mövqedən sui-istifadənin bir halı hesab olunur. Bundan əlavə, Avropa İttifaqı Məhkəməsinin Microsoft Corporation Commission-yə qarşı işində də göstərilir ki, hökmran mövqedə olan təsərrüfat subyektinin davranışını qiymətləndirərkən əsas meyarlardan biri onun davranışının rəqabət mühitində digər rəqibi bazarda qalıb qalmağına imkan verib verməməsidir. Bizim Konstitusiya Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə istinad elədiyi məlumdur, görmüşük. Bəs həmin indi istinad elədiyiniz Avropa Ədalət, hansı ki Avropa İttifaqının məhkəməsi, Avropa Ədalət Məhkəməsi onun qərarına istinad hansı, əgər biz qərarımızda nəzərə alsaq onda işə dair hansı hüquq əsasından mümkün ola bilər? Rəqabət məcəlləsi hal-hazırda yeni tətbiq olunan bir sahə olduğuna görə, həmçinin ümumi resursla bağlı ümumiyyətcə Respublikamızda formalaşan bir məhkəmə prezidenti olmadığına görə, həmçinin bu prezident də Avropa İttifaqından gəldiyinə görə düşünürük ki, Avropa İttifaqının ümumi təcrübəsinin nəzərə alınmağı bizim işdə çox labüddür. Çünki hal-hazırda istinad edə biləcəyimiz mövcud bir məhkəmə prezidenti yaxud da ki, ümumi resursla bağlı hər hansı bir qərar yoxdur. Bəs mənə onun hüquqi əsası maraqlıdır. Məsələn, Konstitusiya Məhkəməsi haqqında qanunvericilikdə nə hüquqi əsas ola bilər və yaxud hüquqi mənbəyi kimi Konstitusiya Məhkəməsi, hüquqi mənbəyi kimi və yaxud mənbə kimi Konstitusiya Məhkəməsi nəyi əsas ala bilər? Bu nədir? Hüquqi mənbəyi hal-hazırda göstərməsə də analoji qaydada tətbiq edə bilər, hansı ki, analoji olaraq hüququn tətbiqi gerçəkləşdirilə bilər. Bu barədə nəsə normativ bazara gətirə bilərsiniz? Bu barədə normativ tam olaraq olmasa da ki, Avropa İttifaqının məhkəməsi... Yox, mən sırf Konstitusiya Məhkəməsinin ümumi material olaraq, yəni maddi hüquqi qiymətləndirməni aparmaq üçün istinad eləyə bilər, nəyə istinad eləyə bilər? Bunun qaydasını əslində soruşmaq istəyirəm. Cavab yoxsa davam edə bilərsiniz. Çox sağ olun. İkinci yanaşacağımız aspekt isə Azibitexin əsassız şəkildə ərizəçinin ümumi resursdan istifadəsinin məhdudlaşdırılmasıdır. Rəqabət Məcəlləsinin 16.2.4-cü maddəsində göstərilib ki, iqtisadi və ya texnoloji əsaslar olmadan uyğun ödəniş müqabilində məhsulun təqdim edilməsindən və yaxud da ki, sistem resurslarına çıxışın əsassız rədd edilməsi hökmran mövqedən sui-istifadə hesab olunur. Belə ki, biz daha öncə də qeyd etdiyimiz kimi, faktiki olaraq göstərilib bəli müqavilədə ki, ödəniş sisteminin sertifikatlaşdırılması mümkündür. Lakin ərizəçi ilə Azibitex arasında gedən danışıqlar zamanı Azibitex ödəniş sisteminin sertifikatlaşdırmayacağını və digər ödəniş modulları ilə işləyən şirkətlərin potensial təhdid olduğunu bildirmişdi. Və bu yanaşma da öz-özlüyündə onu göstərir ki, ərizəçinin digər ödəniş sisteminin sertifikatlaşdırılması ilə bağlı məsələ həll olmadığına görə istənilən sertifikat tələbi və ya istənilən şərt yerinə yetirsə belə, məhz fərqli ödəniş sistemi olduğuna görə onun sertifikatlaşdırılması və həmin sistemdən istifadə olunmasına icazə verilməyəcək və bu qəti olaraq qadağan edilmişdir. Bu səbəbdən də biz buradan ərizəçinin sistem resurslarına çıxışının əsassız şəkildə rədd edildiyi nəticəsinə gəlirik. Bu isə öz-özlüyünə hökmran mövqedən sui-istifadənin bir halıdır. Bundan əlavə, Rəqabət Məcəlləsinin 16.2.9-cu maddəsinə görə iqtisadi cəhətdən mümkün və əlverişli olduğu halda. Qeyd elədiniz ki, deməli, Azibitex deyib ki, ödəniş sistemlərinin sertifikatlaşdırılması, Azibitex tərəfindən ödəniş sistemləri sertifikatlaşdırılsın. Bu yalnız Azibitex tərəfindənmi sertifikatlaşdırılmalı idi və buna münasibətiniz? Və ya sertifikatlaşdıran digər təsərrüfat subyektləri də var idimi? Bunlardan istifadə edə bilərdiniz? Biz görürük ki,
cavab verən tərəfdən sorğu aparılıb və bu sorğu zamanı Smart Finning-dən əlavə digər ödəniş sistemlərindən də bir yerdə sorğu aparılıb. Yəni bazarda yalnız məhrum edilən və yaxud da ki, sertifikatlaşdırılmayan ödəniş sistemi Smart Finning deyildi. Çünki digər ödəniş sistemlərdə hansı ki, Azerbaytexin bu infrastruktur üzərində öz məsuliyyətini yerləşdirmişlər. Onlardan da sorğu alındığına görə belə nəticəyə gəlir ki, həmin ödəniş sistemlərdə sertifikatlaşdırılmamışdır. Yəni bu digər ödəniş sistemlərinə də tətbiq olunan bir məhdudiyyətdir. Sualım bir qədər fərqli idi. Digər ödəniş sistemlərinə sertifikatlaşdırmanın tətbiq olunmasını sual verməm. Sizin alternativiniz var idimi ki, Azerbaytexdən başqa bir sertifikatlaşdırmanı aparan qurum tərəfindən sertifikatlaşdırılasınız? PCI ilə bağlı və ISO ilə bağlı ümumi standartlar mövcuddur və bu standartlara uyğun olaraq bir sıra alternativ şirkətlər mövcuddur, hansı ki, istənilən audit şirkətinə alternativ şəkildə müraciət etmək olur. Lakin ödəniş sisteminin sertifikatlaşdırılması məsələsi, ümumiyyətcə mən birazdan bunu daha ətraflı şəkildə izah edəcəm. Ödəniş sisteminin sertifikatlaşdırılması məsələsi ilə bağlı hər hansı bir standart yaxud da ki, mövcud bir qayda yoxdur, daha əvvəldə qeyd edilən kimi. Ümumi bir mexanizm olmadığına görə əlinizdə Azerbaytexin nəinki özünün sertifikatlaşdırılması məsələsi, digər alternativin də sertifikatlaşdırılması məsələsi sual altında qalmışdır. Yəni ümumiyyətcə bunun mexanizmin necə olduğu danışıqlar zamanı belə Azerbaytexə bir nəticəyə gələ bilməmişdir. Yəni bu ümumiyyətcə rədd olunmuşdur. Daha öncə də qeyd etdiyim kimi, sistem resurslarına çıxışın əsassız rədd edilməsi hökümran mövqedən sui-istifadə halıdır və bundan əlavə 16.2.9-cu maddəyə görə iqtisadi cəhətdən mümkün və əlverişli olduğu halda rəqibin ümumi əmək resurslarından məhrum edilməsi qadağandır və bu da hökümran mövqedən bir sui-istifadənin bir hala hesab olunur. Daha əvvəldə qeyd etdim ki, ümumi əmək resurs doktrinası rəqabət hüququnda çox mühüm əhəmiyyət kəsb etdiyinə görə. Çox üzr istəyirəm. Eşidirsiniz, mənim mikrofonum işləmir. Siz hökümran mövqedən danışdınız. Hökümran mövqeyin mövcud olması faktı artıq müəyyənləşdirilibmi? Hökümran mövqedən mövcud olması faktı müəyyənləşdirilib, lakin agentlik hökümran mövqedən sui-istifadəni istisna edən obyektiv zərurilik halının olduğunu qənaətinə gələrək ümumiyyətcə hökümran mövqe halının istisna olunduğunu, yəni olmadığı nəticəsinə gəlib. Amma ilkin olaraq proses belə gedir ki, hökümran mövqedən sui-istifadə var və obyektiv zərurilik olduğuna görə bu istisna olunub. Nəticədə də ümumi olaraq hökümran mövqedən olmadığını və ədalətli rəqabət şəraitinin qorunduğu nəticəsinə gəlib. Sualı bir dənə dəqiqləşdirin. Mən belə anladığım qədərilə məsələ hökümran mövqedən sui-istifadə halı ilə bağlı deyil, hökümran mövqenin özü ilə bağlıdır. Mən anlayıram, kazusun özündə var ki, hökümran biri 67%, 50 neçə faiz? 61. Sizcə bazar payının olmağı kifayət idimi ki, biz iddia eləyək ki, Azerbaytex MMC hökümran mövqedədir? Bəli, qanunvericiliyə görə göstərilən həddə və həmçinin biz əlimizdə verilən faktlara əsasən Azerbaytex həmin qanunvericinin həddində göstərilən hökümran mövqe payına uyğundur. Tamam, təşəkkür. Formalaşmış yanaşmaya görə ümumi əmək resursunun mövcudluğu üçün 5 şərt mövcuddur və bunlardan birincisi davranışın təzyiqdən imtina kimi qiymətləndirilməsi, müəssisənin hökümran mövqedə olması, resursun əvəz olunmazlığı, imtinanın rəqabətə mənfi təsir ehtimalı və obyektiv əsaslandırmanın olmaması. Qeyd etmək istəyirəm ki, ərizəçinin aprel ayında fəaliyyətin müvəqqəti dayandırılması bunun rəqabətə necə mənfi təsir göstərdiyini və ərizəçinin bazardan çıxmağa səbəb olduğu aydın bir faktdır. Və bundan əlavə də cavab verən iş üzrə icraat zamanı bazardakı müştərilər arasında bir sorğu keçirir və bu sorğu nəticələrinə görə müəyyən edilir ki, alternativ provayderlərin bazara çıxış imkanları əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb və bazarın faktiki olaraq Azerbaytexdən asılı bir şəkildə, ekosisteminin asılı bir şəkildə olduğunu müəyyən edib. Bunları müəyyən eləməyinə rəğmən, ümumi əmək resursdan məhrum etmənin ərizəçiyə necə təsir elədiyi və onun bazardan çıxmağa necə təsir elədiyini, ümumi əmək resursunun necə vacib olduğu ümumiyyətcə agentliyin cavabında nəzərə alınmamışdır. Buradan da görürük ki, agentlik dövlətin pasiv öhdəliyini, azı sahibkarlığı qorumaq üzrə dövlətin pasiv öhdəliyini pozmuşdur. Çünki hökümran mövqedən sui-istifadəyə ümumiyyətcə şərait yaratmışdır və bunu düzgün qiymətləndirilməmişdir. Sualınız yoxdursa, ikinci məsələyə keçid etmək istəyirəm. İkinci məsələ bundan ibarətdir ki, Azerbaytex know-how hüquqlarını isnad eləməklə müqavilə öhdəliklərindən yayınmış və ərizəçini qeyri-mütənasib mali yükünə məruz qoymaqla azad sahibkarlığın keçirilməsi həddini aşmışdır.
Kommersiya sirri haqqında qanunun 2.0.2-ci maddəsində know-how-nun əqli fəaliyyətin nəticəsi kimi kommersiya sirrinə aid edilən, lakin patentlə mühafizə olunmayan məlumatlar toplusu olduğunu görürük. Lakin diqqətinizə çatdırmaq istəyirəm ki, know-how-nun qorunması onun azad sahibkarlıq hüququndan üstün bir hüquq olmağı demək deyil. O cümlədən ərizəçinin Azebayteksin algoritmini onun know-how kimi tanıması Azebayteksin müqavilə üzrə öz öhdəsinə götürdüyü öhdəliklərdən azad eləmir. Müqavilənin 2.3-cü bəndində göstərilir ki, Azebaytex inteqrasiya və keçid prosesi ilə bağlı bütün lazımi dəstək göstərilməli və lazımi məlumatları verməlidir. Lakin inteqrasiyanın texniki cəhətdən mümkün olmasını təmin edən bu minimum məlumatlar belə know-how-a aid edilərək bu məlumatların da verilməsinə imtina olunmuşdur və bununla da müqavilə öhdəlikləri pozulmuşdur. Alternativ və bunu da son dediyinizlə bağlı işin faktlarında görsənir ki, Azebaytex inteqrasiya uyğunluğu təlimatını bütün istifadəçiləri ilə bölüşmüşdür. Siz də bu inteqrasiyanın baş verməsi üçün kifayət deyildimi sizin üçün ki, siz hazırlaşasınız və o tələblərə uyğun olduğunuz təqdirdə sertifikatlaşa bilərsiniz? Bəli, Azebaytex bununla bağlı bir təlim keçirilmişdi və təlimdə ötürülən bütün materialların hər birini internet səhifəsinə yerləşdirilmişdi. Lakin bizim sistemimiz ödəniş sistemi olduğuna görə, fərqli infrastruktura malik olduğuna görə hər şirkətin özünün inteqrasiyaya uyğunluq tələbləri fərqli ola bilər. Və məhz bu səbəbdən də bizim inteqrasiya üçün texniki cəhətdən yetərli olmadığına görə həm məlumatları istəyirik ki, bizim infrastrukturumuz digər şirkətlərdən fərqli olduğuna görə bizə yetərli gəlmir və inteqrasiyanı keçirə bilmirik. Sizə başqa hansı data lazım idi ki, inteqrasiya uyğunluğu təlimatı, Integration Compliance Manual-dan başqa hansı data lazım idi sizə? Bununla bağlı identifikasiya və həmçinin identifikasiya məlumatları, məlumat mübadiləsinin aparılması qaydaları və bu kimi məlumatlar bizə lazım idi, hansı ki biz inteqrasiyada bunları görə bilirik. Başqa sual var siz tərəfdən? Sizə başqa sual yoxdur. Bir sual soruşum, ondan yekunlaşıb sizin vaxtınız. Bu həm yuxarıdakı birinci məsələ ilə bağlı, həm ikinci məsələ ilə bağlı. Bu rəqabət qurumu bir müddətdir də artıq fəaliyyət göstərir də. Onun press releaseləri olur, müxtəlif işlər başladıblar rəqabət qanunvericiliyinin pozulması ilə əlaqədar. Bunların hər hansı birinə rəqabət qurumunun münasibəti olub, bu həmin o sadaladığınız konsepsiyalarla bağlı, yoxsa heç bir öz əksini tapmayıb orada? Bu konsepsiya ilə bağlı, know-how ilə bağlı agentliyin belə bir münasibəti olmuşdu ki, know-how-nun qorunması məqsədi ilə tətbiq olunan məhdudiyyətlər, həmçinin audit məsələsi də etibarlıdır və uyğun bir məhdudiyyətdir. Lakin mən qeyd etmək istəyirəm ki, ümumiyyətcə həmin audit bəndi qanunvericiliyə uyğun olan bir bənd deyil. Çünki burada Azebaytex akkreditasiya edə bilən bir qurum kimi göstərmişdi. Lakin Azərbaycan Respublikasında ISO sertifikatı üzrə də audit şirkətlərinə akkreditasiya edə bilən yeganə qurum AZAQ-dır. Yəni Azebaytexin belə bir öhdəliyi yoxdur ki, hər hansı bir audit qurumunu akkreditasiya edə bilsin. Ona görə də bu bəndlə bağlı, yəni tətbiq olunan məhdudiyyəti nəzərdə tutan bənd özü etibarsız bir bənddir. Agentlik isə bunu qanuni hesab eləmişdi və bu da öz-özlüyündə öz öhdəliyinin yenidən pozulmasıdır. Çünki mən işin hallarından müstəqil başqa işlərlə bağlı rəqabət qurumunun araşdırmalarını nəzərdə tuturdum. Yəni bu işin hallarından müstəqil. Var elə bir hansı ki bu sadaladığınız konsepsiyalar həmin rəqabət qurumunun araşdırmalarında olsun. Var elə şey yoxsa yox? Sualınızı təkrar edin. Rəqabət qurumunun bu işin hallarından müstəqil. Rəqabət qurumunun press releaseləri olur, filan araşdırma başlanır, filan şirkətlə bağlı, filan subyektlə bağlı. Həmin o araşdırmalarda, onunla bağlı press releaselərdə filan olubmu ki, bu konsepsiyalar bir və ikinci məsələdə sadaladığınız konsepsiyalar öz əksini tapsın, necəsə izah olunsun və ya istifadə olunsun? Hal-hazırda bizim əlimizdə olan əsas məşhur konsepsiyalardan biri Microsoft Commission-a qarşı işidir. Lakin ölkəmizdə dediyim kimi rəqabət məcəlləsi yeni bir sahə olduğuna görə bizim ölkəmizdə formalaşan məhkəmə prezidenti yoxdur. Aydın, çox sağ olun. Möhtərəm sədr, möhtərəm hakimlər və iclas iştirakçıları, mən də öz növbəmdə hər birinizi salamlayıram. Mən Aybəniz Gözalova bugünkü məhkəmə iclasında ərizəçinin nümayəndəsi qismində çıxış edirəm və 16 dəqiqə ərzində sizə həmkarımın qeyd etdiyi məsələlərə əlavə olaraq 3-cü və 4-cü məsələyə toxunmaq istəyirəm. Belə ki, məhkəməyə ünvanladığımız 3-cü məsələ onunla bağlıdır ki, obyektiv zərurlük anlayışı geniş və qeyri-müəyyən, yoxsa qanunun məqsədinə uyğun olaraq şərh olunmuşdur. Bizim bu məsələdəki mövqeyimiz ondan ibarətdir ki, obyektiv zərurlük anlayışı normanın məqsədinə və onun tətbiq meyarlarına uyğun olaraq şərh
edilmədiyinə görə onun proqnozlaşdırıla bilməsi ümumiyyətlə mümkün deyildir. Belə ki, cavab verən öz qərarında Azerbayteksin təhlükəsizlik siyasətini irəli sürərək onun daxili nəzarət altındakı ödəniş mexanizmlərinə üstünlük verməsini məcburi hesab etmiş və bu baxımdan da obyektiv zəruriliyin faktiki olaraq mövcud olub-olmamasını düzgün müstəvidə qeyd etməmişdir. Belə ki, Rəqabət Məcəlləsinin 16.4-cü maddəsinə görə hökmran mövqedən sui-istifadə edən subyektə öz davranışlarının obyektiv zərurilik olub-olmadığını sübut etmə imkanı tanınır. Həmçinin Rəqabət Məcəlləsi 16.6.2-ci maddəsində də qeyd olunur ki, həmin subyekt, sui-istifadə edən subyekt öz davranışının nəticələri əldə olunmasında yeganə mümkün vasitə olub-olmasını və digər daha az məhdudlaşdırıcı alternativlərin mövcud olmamasını rəqabət orqanı ayrıca nəzərə almalıdır. Bunu ayrıca qiymətləndirməlidir. Lakin buna baxmayaraq, ümumiyyətlə Azerbaytex tərəfindən daha başqa bir az məhdudlaşdıran alternativin mövcud olmadığı faktı sübut edilməmiş, cavab verən də ümumiyyətlə bu halı araşdırmamışdır. Həmçinin Azerbaytex tərəfinin niyə görə əlavə müddətin verilməsi, texniki dəstəyin göstərilməsi, həmçinin alternativ interfeysin yaradılması kimi digər alternativlərin mövcud olduğu halda tətbiq edə biləcəyi ən sərt məhdudiyyəti tətbiq etməsi faktı ümumiyyətlə agentlik tərəfindən araşdırılmamışdır. Həmçinin qeyd etmək istəyirəm ki, müqavilə şərtlərində də və Azerbaytexin təqdim etdiyi digər sənədlərin heç birində də qeyd olunmamışdır ki, əvvəllər texniki insidentlərlə əlaqəli olmuş tərəfdaşların sonradan avtomatik olaraq birbaşa resursa çıxışı dayandırılacaqdır. Bununla bağlı hər hansı bir qayda mövcud deyil. Məhz buna görə də əvvəlki texniki insidentlərə çıxış edərək ərizəçinin sistemə buraxılmaması ümumiyyətlə məqbul hesab edilə bilməz. Həmçinin qeyd etmək istəyirəm ki, qanunvericiliyin məhdudiyyətləri tənzimləmələri yalnız rəqabət qanunvericiliyi ilə, Rəqabət Məcəlləsi ilə məhdudlaşmır və agentliyin öz əsasnaməsində də qeyd olunduğu kimi Nazirlər Kabinetinin qərarları və sərəncamları da normativ hüquqi akt qismində agentliyin istifadə etdiyi hüquqi mənbələrdən biri kimi qeyd olunmuşdur. Lakin buna baxmayaraq agentlik öz cavabında obyektiv zəruriliyin qiymətləndirilməsi, səmərəliliyinin qiymətləndirilməsi qaydaları, Nazirlər Kabinetinin belə bir qaydaları var, 531 saylı qərarı ilə təsdiq olunmuş. Həmin qaydalara ümumiyyətlə istinad etməmişdir. Sual oluna bilər ki, necə istinad etməmişdir və bu hardan müəyyən oluna bilər ki, istinad eləməyib? Belə ki, həmin hallarda 3.3-cü mədddə qaydalarda 7 hal sadalanır. Həmin hallarda olan heç bir ifadə, hətta onun məzmununa uyğun olan belə bir ifadə agentliyin cavabında öz əksini tapmamışdır. İlk olaraq qeyd etmək istəyirəm ki, həmin hallardan 4-ü 3.3.1, 3.3.2, 3.3.3 və 3.3.7-ci hal ümumiyyətlə işin halları ilə uzlaşmadığına görə mübahisə kontekstimizə aid deyil. Lakin agentlik özü istinad eləməsə belə, mən o yerdə qalan 3 hala istinadən belə Azerbaytexin hərəkətlərinin obyektiv zəruriliyə aid olmadığını sizə əsaslandırmaq istəyirəm bir daha. Belə ki, həmin hallardan 3.3.4-cü yarımbəndə əsasən hökmran mövqedən sui-istifadə etmədən texniki imkanların məhdud olması səbəbindən məhsulun istehsalının və satışının həyata keçirilə bilməməsi obyektiv zərurilikdir. Və burada qeyd etmək istəyirəm ki, Azerbaytex ərizəçinin ödəniş sistemini sertifikatlaşdırmamaqla əslində texniki məhdudiyyəti süni şəkildə özü yaratmışdır. Belə bir məhdudiyyət mövcud olmamışdır. Həmçinin qeyd edərsək ki, Azerbaytex 2012-ci ildən bəri fəaliyyət göstərən bir şirkətdir və bu bazarda nə qədər texniki yeniliklər gətirmişdir, onun texniki imkanlarının bu qədər məhdud olması ümumiyyətlə ağla batan bir hal deyildir. Və agent ərizəçinin, daha doğrusu Azerbaytexin... Bəli, buyurun. Qeyd elədiniz ki, 531 saylı Nazirlər Kabinetinin qərarına heç bir istinad olmamışdır, amma Antinisar agentliyin qərarında, belə deyək də, məktubunda, qərarında belə bir məsələ var ki, təhlükəsizlik səbəbindən olduğunu əsaslandırır. Bəli, bəli. Sizcə bu təhlükəsizlik səbəbi hansı istinada əsaslanaraq Bəli, elə indi mən çıxışımın davamında indi onu vurğulamaq istəyirəm elə. Yəni belə deyək də, həmin qərara əsaslanmaması, əksinə məcəlləyə əsaslanması, burada hansısa bir qanun pozuntusu aşkarlanır, yoxsa necə? Belə ki, həmin Rəqabət Məcəlləsinin 16.7-ci maddəsində qeyd olunur ki, obyektiv zəruriliyin meyarları Nazirlər Kabinetinin müvafiq icra hakimiyyəti orqanı qurumu tərəfindən müəyyən olunur və Nazirlər Kabinetinin qaydalarına buna görə də mütləq istinad olmalıdır. Bu məcəllənin də birbaşa tələbidir. Qeyd etmək istəyirəm ki, sizin qeyd etdiyiniz həmin hal elə 3.3.6-cı yarımbənddə qeyd olunub. Dövlət təhlükəsizliyi, istehlakçı sağlamlığı və ictimai asayişin qorunması məqsədi ilə mühüm əhəmiyyətli resursun ümumi istifadəyə açılmasına məhdudiyyət qoya bilər hökmran mövqedə olan subyekt. Lakin belə bir burada qeyd etmək istədiyim məsələ ondan ibarətdir ki, ümumiyyətlə bizim sözü gedən resurs ümumi istifadəyə açıq olan bir resurs deyildir. Hətta mübahisədən öncə belə ümumi istifadə üçün bağlı olan məxfi və məhdudlaşdırılmış bir resursdur. Ona görə də sözü gedən halın ümumiyyətlə istinad olunması düzgün deyildir. Yox, sualım ondan ibarətdir ki, burada hansısa bir normativ aktın kolliziyasından söhbət gedə bilərmi? Yəni, məcəlləyə əsaslanma, amma Nazirlər Kabinetinin 531 saylı qərarına əsaslanmadan qərar vermək.
Bu hansı sizin üçün daha məqbuldur? Yəni hansına əsaslanmalı idi bizim qanunvericiliyə əsasən? Bəli. Belə ki, qanunvericiliklərin burada kolliziyası yoxdur. Rəqabət Məcəlləsi və Nazirlər Kabinetinin qaydaları bir-birini tamamilə uyğun şəkildə tənzimlənmişdir. Agentlikdə hər iki qanunvericilik aktını paralel şəkildə qiymətləndirməli və buna əsasən cavabını verməli idi. Aha. Və belə ki, Azerbaytex istəsəydi 3.3.4 Yəni bayaq dediyiniz cümlə ilə bağlı bir sual vermək istirdim. Siz dediniz ki, Rəqabət Məcəlləsi və Nazirlər Kabinetinin qərarı bir-birinə tam uyğundur da. Sadəcə məndə belə bir sual yaranır. Rəqabət Məcəlləsində obyektiv zəruri anlayışını tanımlayanda orada yalnız təhlükəsizlik ifadəsini istifadə edir. Amma Nazirlər Kabinetinin qərarında dövlət təhlükəsizliyi. Sizcə məcəllənin başa düşür ki, təhlükəsizlik daha genişdir, nəinki dövlət təhlükəsizliyi. İndi burada məcəllə daha geniş anlayış və daha geniş əsas verir, amma Nazirlər Kabinetinin qərarı daha da konkretləşdirir. Bu kolliziyadır sizin üçün yoxsa yox? Xeyr, bu kolliziya deyildir. Çünki məcəllədə heç vaxt bütün anlayışlar tam dəqiq, ətraflı şəkildə tənzimlənə bilməz konkret ifadələrlə. Ümumi ifadələrdən istifadə olunması onun kolliziya yaratmasına səbəb olmur. Sizin də qeyd etdiyiniz kimi Nazirlər Kabinetinin qərarlarında bu meyarlar dəqiq, aydın şəkildə əks olunmuşdur. Belə kolliziyanın anlayışı nədir? Bizə deyə bilərsiniz? Kolliziya, Müəyyən hüquq eləyə normaları və yaxud da hüquqi qanunvericilik aktları arasında ziddiyyətlərin mövcudluğu halıdır. Hansı ki, burada o hal mövcud deyildir. İki fərqli ifadənin olmağı, xüsusiləşdirilmiş bir ifadənin olmağı birində də Xeyr, hətta Konstitusiya Məhkəməsinin bununla bağlı plenum qərarında da qeyd olunmuşdur ki, qanunların ümumi tətbiq prinsipi səbəbindən heç vaxt onların ifadəsi həmişə tam açıq, dəqiq şəkildə tənzimlənə bilməz və çox zaman ümumi kateqoriyalardan istifadə olunması çox təbii bir haldır. Mənim bir dənə sualım, əgər yekunlaşdırsa sual. Obyektiv zərurilik anlayışını agentlik tərəfindən araşdırılıb, hansı faktlara baxılıb, 531 nömrəli qərara istinad elədiniz və s. və ilaxır. Bəs siz burada agentliyin hansısa bir prosessual pozuntusu ilə rastlaşmısınızmı? Bəli, burada əslində daha ətraflı izah eləməyim, çünki ikinci arqumentdə izah eləyəcəm. Sadəcə belə deyim ki, agentlik ümumiyyətlə obyektiv zəruriliklə bağlıdır. Obyektiv zəruriliklə bağlı bəli öz diskresion səlahiyyətlərinin hüdudlarına əməl eləməmiş və anlayışı geniş normanın məqsədindən kənar şəkildə şərh etmişdir. Maddi normanın şərhi ilə bağlıdır bu qeyd elədiniz. Bəli. Prosessual pozuntu bəs? Bəli, prosessual pozuntu da ondan ibarətdir ki, ümumiyyətlə işi obyektiv və tam hərtərəfli şəkildə araşdırmamaq. Ondan əlavə bir prosessual pozuntu görürsünüzmü? Yəni, məsələn, bu obyektiv zərurilik anlayışını tətbiq edərkən onu necə tətbiq etməli idi, necə araşdırmalı idi? Ümumiyyətlə, anlayışı tətbiq edərkən yəni, müəyyən edərkən ki, burada obyektiv zərurilik var və ya yox. Ümumiyyətlə, ən birinci öz vəzifəsinə və öz məqsədinə əsaslanmalı idi. Cavabverənin əsas vəzifəsi bazarda ondan ibarətdir ki, rəqabət qanunvericiliyini bazar mühitində qorusun və hökmran mövqedə olan subyektlərin bazarda rəqabəti əsassız məhdudlaşdırmasına yol verməsin. Ona verilən bu səlahiyyətin məqsədi məhz bundan ibarətdir. Ona görə də o öz səlahiyyətini obyektiv zərurilik anlayışına, diskresion səlahiyyət əsasında həyata keçirərkən məhz bu məqsədə uyğun həyata keçirməli idi. Davam edə bilərəm. Deməli, 3.3.5-ci yarımbəndə əsasən qeyd olunur ki, yenə də Nazirlər Kabinetinin qərarlarında məhsulun istehsalı xüsusi keyfiyyət və əqli mülkiyyət hüquqları ilə belə deyək, meyarların müdafiə izah olunması nəticəsində hökmran mövqedən sui-istifadə etmədən məhsulun istehsalı qeyri-effektiv nəticələrə səbəb ola bilərsə, bu hökmran mövqedən sui-istifadədir. Azerbaytex də məhz öz davranışlarında məhz bu hala istinad edir və qeyd edir ki, ümumiyyətlə buna bağlı da obyektiv zərurilik halı mövcuddur. Bununla belə qanunvericiliyin də tələbinə uyğun olaraq həmin hallardan ən az 3 hal mövcud olmalıdır və yalnız bu hala istinad edərək obyektiv zəruriliyin əsaslandırılması no-ha arqumentlə, hansı ki, bunu irəli sürür Azerbaytex tərəfi. Bu hala istinad edərək obyektiv zəruriliyin əsaslandırılması həmin 3 hal mövcud olmadığı üçün, yalnız bir hala əsaslandığı üçün ümumiyyətlə obyektiv zərurilik halının mövcudluğunu tamamilə mümkünsüz edir. Həmçinin dediyim kimi obyektiv zərurilik anlayışı normanın məqsədindən kənar diskresion səlahiyyətlərin hüdudlarına əməl etmədən şərh olunmuşdur. İnzibati icraat haqqında qanunun 14-cü maddəsində qeyd olunur ki, diskresion səlahiyyətlər həmin qanunvericiliyin hüdudları daxilində həyata keçirilməlidir. Burada xüsusilə vurğulamaq istəyirəm ki, agentliyin diskresion səlahiyyəti onun hansı qanunvericiliyi aktını necə tətbiq edəcəyi demək deyil. Əksinə o, qanunvericilik tətbiq etdiyi bütün meyarları tam şəkildə yerinə yetirdikdən sonra obyektiv zərurilik halının faktiki hallara uyğun olaraq mövcud olub-olmadığını qiymətləndirmə səlahiyyətinə malikdir. Lakin agentlik özü də müstəqil olaraq, belə deyək,
bazarda bu araşdırmanı aparmalı olduğu halda bunu etməməsi bir növ normanın məqsədinə, səlahiyyətin əsas məqsədinə uyğun olaraq bazardakı niyə bazarda rəqabətin məhdudlaşması, Smart Filming tərəfinin fəaliyyətinin niyə bazarda məhdudlaşması və bunun real təsirini qiymətləndirməməsi nəticəsində də bu öhdəliyin hüdudlarına əməl etməmiş və kənara çıxmışdı. Həmçinin qeyd olunur ki, İnzibati İcraat Haqqında Qanun 61.3-cü maddəsində diskresion səlahiyyət əsasında qəbul olunan qərarlarda agentliyin mülahizələri açıq və aydın şəkildə qeyd olunmalı idi. Hansı ki, biz burada sadəcə obyektiv zəruriliyin əhatə dairəsinə düşən ifadəsi ilə məhdudlaşırıq və heç bir şəkildə əsaslandırma açıq və aydın şəkildə mülahizələr ifadə olunmamışdı. Həmçinin Konstitusiya Məhkəməsinin plenum qərarında dəfələrlə vurğuladığı bir hüquqi mövqeyə istinad etmək istəyirəm. Belə ki, hüquqi müəyyənlik prinsipinə əsasən hüquq subyektləri öz davranışlarının hüquqi nəticələrini əvvəlcədən müəyyən edə bilməlidirlər. Həmçinin dövlət orqanları da hüquqi müəyyənlik prinsipinə əsasən məhdudiyyətsiz mülahizələrə yol verməməlidirlər. Hüquqi müəyyənlik bunu tələb edir. Lakin cavab verən ümumiyyətlə obyektiv zəruriliyin nədən ibarət olduğuna, niyə məhz Azerbayteksin qeyd etdiyi iddiaların və tələblərin obyektiv zəruriliyin əhatə dairəsinə daxil olmasını əsaslandırmaması bu anlayışın tətbiqini sərhədsiz bir diskresion mülahizəyə çevirmişdir. Və məhz buna görə də məhkəmənin də cavabı qiymətləndirərkən obyektiv zərurilik halının diskresion səlahiyyətə aid etməsi və agentliyin öz cavabında texniki və iqtisadi meyarları balanslaşdırdığını ifadə edən bir mövqeyi ifadə eləməsi məhkəmələr tərəfindən ümumiyyətlə məhkəmənin də öz səlahiyyətlərinə uyğun düzgün şəkildə yerinə yetirmədiyini göstərir. Belə ki, inzibati prosessual qanunvericiliyə əsasən məhkəmə diskresion səlahiyyət əsasında qəbul olunmuş qərarda yalnız formal yoxlama ilə kifayətlənməməlidir. Həmin səlahiyyətin məqsədinə uyğun olaraq qərar qəbul edilməmədiyini özü araşdırmalıdır. Və bütün bunlardan da görürük ki, obyektiv zərurilik halı proqnozlaşdırıla bilməz hala gəlmişdir və hüquqi nəticələri göz önünə alına bilməz hala gəlmişdir və hüquqi müəyyənlik prinsipi pozulmuşdur. Məhkəmədən də xahiş edirik ki, hüququn aliliyinin əsas prinsipi olan hüquqi müəyyənlik prinsipinin pozulduğunu təsbit etsin. Keçmək istəyirəm 4-cü məsələyə icazənizlə. Baxın, inzibati siz məhkəməyə müraciət etmisiniz, agentliyin əməllərindən şikayət olaraq inzibati prosessual məcəlləsində iddianın bir neçə mübahisələndirmə, məcbur etmə və öhdəliyin icrası və sair növləri var. Sizcə onlardan hansı üzrə iddia verilməli idi bu işə münasibətdə? Məcbur etmə. Niyə? Əsaslandıra bilərsiniz? Bəli, çünki ümumiyyətlə agentlik öz belə deyək hərəkətləri ilə, daha doğrusu hərəkətsizliyi ilə qərar qəbul etməkdən, belə deyək, araşdırmaqdan imtina eləmişdi. Lakin hal-hazırdakı bizim faktiki vəziyyətimizdə belə görünür ki, məcbur etmə haqqında iddia qəbul olunsaydı belə, agentlik bizim belə deyək mövqeyimizə, maraqlarımıza zidd olan bir qərar qəbul edəcəkdi və bu bizim üçün heç bir hüquqi əhəmiyyət kəsb etməyəcəkdi. Çünki biz hal-hazırda bazarda fəaliyyətimizi dayandırmışıq və yenə də bazarda fəaliyyətimizi dayandırmış olmağa davam edəcəkdik. Buna görə də bizim mübahisələndirdiyimiz əsas məsələ qanunvericiliyin düzgün tətbiqi və konstitusion hüquqlarımızın pozulması ilə bağlıdır. Necə hesab edirsiniz? Bu iş üzrə agentlik tərəfindən inzibati akt qəbul olunubmu? Bəli, ümumiyyətlə biz belə deyək də müəyyən eləyirik ki və məhkəmələrə də iş getdikdən sonra onların da mülahizələri əsasən müəyyən eləyirik ki, bəli, belə qənaətə gəlirik ki, bu bir inzibati aktdır, bir qərardır, hansı ki, belə deyək, hüquqi nəticələri də bizim üçün heç əlverişli deyildir. Təşəkkür edirəm. Davam edə bilərəm. Buyurun. Bir dənə bunu da aydınlaşdırsaq, burada digər tərəfində, yəni Azerbaytekin də mövqeyi var da, mülki hüquqi maraqları var. Dövlət orqanının qarşısında iki fərqli özəl şəxsin mülki hüquqi maraqları varkən inzibati hüquq tətbiq etməsi, bunun hədlərini hansı hüquqi meyarlar müəyyən eləməlidir sizcə? Yəni bu hansı meyarlar tətbiq eləməliyik ki, elə ziddiyyət təşkil edən hüquqi maraqlar olanda inzibati hüququn hədlərini də ona uyğun müəyyənləşdirək. İnzibati müdaxilə nə qədər olur həmin hallarda? Ümumiyyətlə cavab verənin, yəni agentliyin öz əsasnaməsində qeyd olunur ki, əsasnaməyə əsasən agentlik rəqabəti məhdudlaşdıran hər hansısa bir müqavilə bəndi varsa, həmin müqavilə bəndini dəyişdirilməsi ilə bağlı göstəriş verə bilər. Əgər bu rəqabəti məhdudlaşdırırsa, sözü gedən halda da bizdə belə bir müqavilə bəndi. Bunu nəyə əsasən deyirsiniz? Əsaslandıra bilərsiniz indi dediyinizin qanunvericiliyi. Agentlik əsasnaməsində, əsasnamənin səhv eləmirəmsə 3.4-cü bəndində qeyd olunmuşdur. Həmin bəndə əsasən agentlik rəqabət qanunvericiliyini pozan və məhdudlaşdıran hər hansı bir müqavilə bəndini subyektə, bazarda olan bir subyektə həmin müqavilə bəndinin dəyişdirilməsi ilə bağlı göstəriş verə bilər, hətta məhkəmələrdə iddia qaldıra bilər bundan bağlı. Lakin agentlik bu halı müəyyən elədiyi halda belə bir hərəkət etməmişdir. Daha doğrusu hərəkətsizlik göstərmişdir.
Deyə bilərəm. Bəli. Deməli, 4-cü məsələ onunla bağlıdır ki, inzibati orqanın və məhkəmələrin qiymətləndirilməsi Konstitusiyanın 25-ci və 60-cı maddələrini pozmuşdur. Bizim buradakı mövqeyimiz də ondan ibarətdir ki, məhkəmənin inzibati icraatın prosessual qaydalara zidd aparılmasını nəzərə almaması bərabərlik və müdafiə hüququnun pozulmasını qanuniləşdirmişdir. Belə ki, rəqabət qanunvericiliyinə əsasən bazar iştirakçılarının mümkün rəqabət pozuntularına görə dövlət nəzarəti 2 mərhələdən ibarətdir. Birinci mərhələ araşdırma və yoxlama mərhələsi, ikinci mərhələ isə pozuntunun olub-olmaması barədə qərarın qəbul olunmasıdır. Hansı ki, ilkin mərhələ tam və obyektiv şəkildə həyata keçirildikdən sonra ikinci mərhələ üzrə düzgün olaraq qərarın qəbulu təmin oluna bilər. Araşdırma mərhələsi onu özündə ehtiva edir ki, bazar məlumatları toplansın və tərəflərin mövqeyi müqayisəli şəkildə. Qısaca bu arqumentinizi 30 saniyə ərzində necə ən yaxşı arqumentinizi irəli sürə bilərsiniz? Onu Bəli, bu arqument yekunlaşdırın. 30 saniyə ərzində yekunlaşdırım. Bəli. Belə qeyd etmək istəyirəm ki, ümumiyyətlə burada texniki təhlükəsizlik arqumentləri qarşı tərəf Mən bir dənə konkretləşdirim 30 saniyə vaxtınızı. Baxın, burada ikidir. Sizcə müstəqil yoxlama mı aparmalı idi? Mənim konkret sualımdır. Bəli. Yoxsa araşdırmanı mı düzgün aparmalı idi agentlik? Agentlik araşdırmanı da düzgün aparmamışdır. Üstəlik müstəqil yoxlama ilə bağlı əsaslar olduğu halda, hansı ki Rəqabət Məcəlləsinin 48.1-ci maddəsinə əsasən araşdırmalar nəticəsində rəqabət qanunvericiliyi pozuntusunun əlamətləri aşkar olunduqda və əlavə sübutlara ehtiyac olduğu müstəqil yoxlama aparılmalıdır. Halbuki bu yoxlamanı aparmamışdır. Müstəqil yoxlama da aparmamışdır. Araşdırmanı da düzgün həyata keçirməmişdir. Çünki yalnız bir tərəfin dəlillərinə əsaslanmışdır və bununla da bərabərlik hüququnu pozmuşdur. Eyni zamanda inzibati orqan, həmçinin belə deyək, inzibati orqan audit şərtlərini də bizim üçün nə qədər belə deyək, uyğun olmadığını və bazardakı kiçik və orta sahibkar üçün uyğun olmadığını, işin faktiki hallarına uyğun müəyyən etsə belə buna münasibət bildirməməsi rəqabət qanunvericiliyinin pozulmasına şərait yaratmış və bununla da bizim inzibati müdafiə hüququmuz da təmin olunmamışdır. Məhkəmələr də bərabərlik hüququnun pozuntusuna ümumiyyətlə qiymət verməmişdir və bu halı nəzərə almamışdılar. Və buna görə də effektiv müdafiə funksiyası da məhkəmənin öz yerinə yetirməmişdir. Hörmətli məhkəmə tərkibi, iclas iştirakçıları, hər birinizi salamlayıram. Mən Əsgərli Orxan və həmkarım Mədətova Aysu. Cavab verən Azərbaycan Respublikası Prezidenti yanında anti-inhisar və istehlak bazarlarına nəzarət Dövlət Agentliyinin nümayəndəsi qismində iştirak edirik. Mən növbəti 16 dəqiqə ərzində ikinci və üçüncü arqumentlərimizi irəli sürəcəm. Həmkarım isə özünə ayrılmış 16 dəqiqə ərzində birinci və dördüncü arqumentlərdən danışacaq. Yerdə qalan 3 dəqiqəni isə əks təşkil üçün saxlayırıq. Deməli, ikinci arqumentdən başlamaq istəyirəm icazənizlə. Deməli, ikinci arqumentimiz belə səslənir ki, know-how-nun qorunması məqsədi ilə tətbiq olunan şərtlər azad sahibkarlıq hüququnun həyata keçirilməsinə zəruri məhdud hesab oluna bilər. Deməli, birinci biz şərtlərin nədən ibarət olduğunu müəyyənləşdirməliyik ki, burada iki şərt var idi. Bir auditin həyata keçirilməsi ilə bağlı məsələ, ikincisi də know-how məlumatlar təqdim olunmamışdır şirkət tərəfindən, ərizəçiyə, yəni Azərbaytex tərəfindən. Deməli, burada bizim istinad eləməli Konstitusiyanın maddəsi 71.2-ci maddədə qeyd edir ki, hər kəsin hüquq azadlıqları Konstitusiyada, qanunda müəyyənləşmiş əsaslarla, habelə digərlərinin hüququ və azadlıqları ilə məhdudlaşır və bu məhdudlaşdırma dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Deməli, burada iki hüquqdan danışacağıq. Birinci, şirkətin know-how qorumaq hüququ, kommersiya sirri çərçivəsində qorumaq hüququ, digər tərəfdən ərizəsinin azad sahibkarlıq hüququ. Birinci, know-how-nu qorumaq, kommersiya sirri çərçivəsində qorumaqdan danışaq. Deməli, kommersiya sirri haqqında qanun qeyd edir ki, know-how əqli fəaliyyətin nəticəsi kimi kommersiya sirrinə aid edilən qanunvericiliyə sahibin mülahizəsinə əsasən patentlə mühafizə olunmayan məlumatlardır. Və kommersiya sirri haqqında qanunda qeyd edir ki, Azərbaycan Respublikasında bütün fiziki hüquqi şəxslər ifadə olunma üsulunun daxilçisindən asılı olmayaraq kommersiya sirri təşkil edən məlumatları qorumaq hüququna malikdirlər. Və Rəqabət Məcəlləsi də əlavə olaraq know-how-nu daha yaxşı başa düşməyimiz üçün bizə know-how-dan anlayış verir. Qeyd edir ki, know-how satıcının təcrübələr, sınaqlar nəticəsində əldə etdiyi təcrübəyə aid olan, patentləşdirilməyən, sahibinin mülahizəsinə əsasən hər kəsə məlum olmayan, asanlıqla əldə edilə bilməyən, alıcı tərəfindən məhsulun istifadəsi, satışı, təkrar satış üçün vacib və əhəmiyyətli faydalı olan, eyni zamanda gizlilik və mühümlük tələblərinə cavab vermək üçün ətraflı olaraq deməli təsvir olunmalı olan məlumat məcmusundan söhbət gedir. Deməli, burada deməli bizim hazırki iş üzrə də tətbiq edilən yəni normativ hüquqi baza bundan ibarət idi və hazırki iş üzrə də burada bulud infrastrukturundan istifadəyə dair müqaviləyə əlavənin 2.3-cü bəndində də nəzərdə tutulur ki, AZ Cloud 5.0 və Datanoric süni intellekt modulları və onların istifadə qaydaları, alqoritmlər şirkətin know-how-sunu təşkil edir. Yəni burada qeyd olunan müddət ondan ibarət ki, tərəflər arasında həmin bu məlumatların kommersiya sirri rejimi müəyyən edilib, bu məlumatların şirkətin know-how-sunu təşkil etməsi işin mübahisəsi sağlıdır. Deməli, biz həmin bu məsələnin, yəni tətbiq olunan şərtlərin mütənasib olub-olmadığı, yəni zəruri olub-olmadığı məsələsini Konstitusiyanın 71.2-ci maddəsində müəyyənləşdirilmiş, deməli, məhdudlaşdırma
dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır kimi ifadə olunmuş. Mütənasiblik prinsipi çərçivəsindən qiymətləndirməliyik ki, belə ki, Konstitusiya Məhkəməsinin mülki prosessual məcəllələrinin 157-158-ci maddələrinin bəzi müddəalarına dair qərarı var. Burada da deməli mütənasiblik testi ilə bağlı bir sıra bizə meyarlar verir ki, necə mütənasiblik testindən keçə bilər. Birinci məsələ ondan ibarətdir ki, burada fərdi hüquqların, azadlıqların həyata keçirilməsinə məhdudiyyət yer almışdır. Bəli, şirkətin tətbiq etdiyi bu şərtlərin nəticəsində əlçatmaz azad sahibkarlıq hüququ məhdudlaşdırılmışdır. Digər bir məsələ, bu cür müdaxilə dövlət daxili qanunla nəzərdə tutulmuşdurmu? Bəli, Rəqabət Məcəlləsinin 2.2-ci maddəsi qeyd edir ki, Rəqabət Məcəlləsi Azərbaycan Respublikasının deməli əqli mülkiyyət sahəsində normativ hüquq aktları nəzərdə tutulmuş hüquqları məhdudlaşdırmır. Yəni burada bir növ üstünlük verir ki, yəni nəzərdə tutur ki, əqli mülkiyyət sahəsində müəyyən olmuş hüquqlar məhdudlaşdırılmamalıdır Rəqabət Məcəlləsi ilə. Müdaxilənin məqsədinin legitimliyi barədə məsələ növbəti məsələdir. Bu da biz Rəqabət Məcəlləsinin know-how-ya verdiyi anlayışdan biz bu deməli müdaxilənin məqsədinin legitimliyini görə bilirik. Çünki know-how-ya anlayış verəndə Rəqabət Məcəlləsi deyir ki, know-how məlumatlar elə məlumatlardır ki, bu məlumatlar nəticəsində satıcı məhsulun istifadəsi, satışı, təkrar satışı ilə bağlı bu məlumatlar əhəmiyyətlidir və faydalıdır. Deməli, məqsəd ondan ibarətdir ki, bu məlumatlardan istifadə edərək şirkət öz məhsullarını satır, bir növ sahibkarlıq fəaliyyətini həyata keçirir. Digər məsələ sizin istinad elədiyiniz Konstitusiya Məhkəməsi qərarı həmin o mütənasiblik testini müəyyən eləyəndə hansı hüquqlar kontekstində o testi müəyyən eləyir? Hansı hüquqlardan söhbət gedir və konstitusion hüquqları çərçivəsində? Hansı hüquqlar, hansı tip hüquqlardan söhbət gedir? Hansı kateqoriya hüquqları? İnsan hüquqlarıdır, yoxsa mülki hüquqlardır, yoxsa Ümumiyyətlə hüquqların həyata keçirilməsi zamanı əgər hüquqlara müdaxilə yer alıbsa, burada nəzərdə tutulur ki, dövlət orqanları həmin qərardakı hallara görə hansı hüququn pozuntusundan söhbət gedir? Konstitusiya Məhkəməsinin həmin qərarında səhv eləmirəmsə sahibkarlıq fəaliyyəti ilə bağlı məsələ idi. O dəqiq yadımda deyil. Sırf həmin məhkəmə qərarında olan məsələ. Yaxşı. Bir də burada bu məsələni izah edəndə dövlətin məqsədinə uyğunluq məsələsini gətirirsiniz. Siz dövlətin məqsədi nədir burada bu müdaxiləni həyata keçirəndə? Çünki know-how-da verilən anlayışdan görülür ki, bu know-how məlumatlar elə məlumatlardır ki, alıcı tərəfindən məhsulun istifadəsi, satışı, təkrar satış üçün vacib əhəmiyyətli və faydalıdır. Bu məlumatlar ona xidmət edir ki, şirkət, yəni Azərbaycan Textilimimiz öz sahibkarlıq fəaliyyətini həyata keçirə bilsin. Çünki kommersiya sirri haqqında qanun da kommersiya sirrindən danışanda qeyd edilir ki, kommersiya sirri elə məlumatlardır ki, bu məlumatların qorunmaması nəticəsində o sahibinin qanuni maraqlarına ziyan vura bilən məlumatlar. Həmin qərar dövlətin məqsədləri barədə nə deyir? Həm dövlətin məqsədlərini müəyyən etmək üçün nəyə baxmalıyıq? Qanunun preambulasına baxmalıyıq, yoxsa maddələrin olduğu kontekstdə baxmalıyıq? Konkret Rəqabət Məcəlləsinin 2.2-ci bəndinə baxanda görürük ki, burada dövlət məqsədini ifadə edir ki, əqli mülkiyyət sahəsində hüquqlar Rəqabət Məcəlləsi ilə məhdudlaşdırılmır. Yaxşı. Tamam. Və zəruri ilə bağlı da onu qeyd etmək lazımdır ki, hazırki iş üzrə niyə görə zəruri olmuşdu? Məsələn, birinci məsələ auditlə bağlı məsələ. Çünki audit nəyi tələb eləyir? Burada ərizəçinin həmin o təqdim edilən məhsullara AZCloud 5.0 məlumat mərkəzi həmin o məhsullara uyğunluğunu yoxlamağı tələb eləyir audit və auditi həyata keçirən şəxslərə münasibətdə, yəni bu hüquqi şəxslərə münasibətdə akkreditasiya tələbinin olmağı da ondan irəli gəlir ki, auditi həyata keçirən deməli şəxslər, subyektlər həmin bu məlumatların AZCloud 5.0 məsələn məlumat mərkəzi barəsində məlumatlı olmalıdırlar ki, ərizəçinin bu platformaya uyğunluğunu yoxlaya bilsinlər. Yəni auditi həyata keçirə bilsinlər. Yəni bu da onu nəzərdə tutur ki, müqavilənin 2.3-cü bəndində qeyd edilir ki, bu məlumatlar know-how-unu təşkil edir şirkətin. Mən çox üzr istəyirəm. Bu siz dediyiniz o məlumatların təqdim edilməsi başqa cürə qoruna bilməzdi, başqa audit şirkətlərinə verilməklə. Yəni ona görə burada deməli Rəqabət Məcəlləsi də qeyd edir ki, onun başqa üsulları varmı? Yəni akkreditasiyadan kənar başqa bir üsul? Yox, yəni siz deyirsiniz ki, həmin o şirkətlərin know-how-ya, mən sizin arqumenti belə başa düşdüm, know-how təşkil edən məlumatlara çıxış olmalıdır. Ki auditi apara bilsinlər. Təqdim edirlər. Necə? Yəni onu təqdim eləmək nə kimi məhdudiyyət yaradır sizdə? Şirkət niyə təqdim eləmək istəmir? Çünki müqavilənin 2.3-cü bəndində göstərilir ki, həmin məlumatlar know-how məlumatlardır. Rəqabət Məcəlləsi də qeyd edir ki, know-how məlumatlar qorunması üsulları varmı? Ondan istifadə edilə bilərmi? Üsullar olsa belə, know-how yanlış verən Rəqabət Məcəlləsi qeyd edir ki, bu sahibinin mülahizəsinə əsasən hər kəsə bəlli olmayan məlumatlardır. Yəni burada elə bir zərurilik yoxdur ki, həmin o know-howsunu auditi aparan şirkətə açıqlasın. Mənə maraqlı olan o dəngə deyirlər də, balans deyirlər. Sizin o know-how qorumaq sizin
şirkətin know-how qorumaq marağı ilə digər şirkətin sahibkarlıq fəaliyyətinə məhdudiyyətlər qoymaq ikisini də bir şeyə qoysaq, tərəziyə qoysaq eynidir sizcə? Xeyr, bu deməli şirkətin know-how-sunu qorumaq hüququ daha üstün mövqedə çıxış Daha edir. üstündür, Çünki sizin birinci biz nəzərə almalıyıq ki, şirkətin bazardakı mövqeyini nəzərə almalıyıq və nəzərə almalıyıq ki, bu auditin həyata keçirilməsi üçün bu məlumatlar şirkətin know-how-sunu təşkil edir. Qanunverici də müəyyən edir ki, know-how kommersiya sirri çərçivəsində qorunan məlumatlardır və əlavə olaraq da rəqabət məcəlləsində də qeyd edir ki, know-how, yəni əqli mülkiyyət sahəsində nəzərdə hüquqlar rəqabət məcəlləsində məhdudlaşdırılmır. Bu kontekstdə məsələyə yanaşdıqda görürük ki, şirkətin know-how-sunu qorumaq üçün əlində kifayət qədər qanunvericilik cəhətdən bir bazası olmuşdur. Məsələ ondadır ki, mənim sualım biraz fərqlidir ki, bəli, qoruma hüququ var, sadəcə qoruma üsulları fərqlidir, düzdür? Və həmin şirkətlərin akkreditasiya, audit şirkətlərinin sayı artırıla bilərdi. Bəli, akkreditasiyadan, amma sadəcə olaraq burada akkreditasiya tələbi var ki, məsələn, şirkətin daxili tələbləri var, o daxili tələblərə uyğun nəticəsində akkreditasiyadan keçsin, daha sonra bu audit həyata keçirsin. Amma ərizəsini təklif elədiyi şirkət akkreditasiyadan keçməmiş şirkət olduğuna görə həmin Azərbaytex MMC bu təklifi rədd eləyir. Və buna həmin o şirkətin ki, akkreditasiya keçmədi, ona şərait yaratmaq nə qədər böyük bir məhdudiyyət təşkil edirdi şirkətin know-how hüququna. Yenə də tərəziyə qoysaq qarşı şirkətin digər şirkətin sahibkarlıq hüququna məhdudlaşdırma ilə qarşılaşdırdıqda. Burada əgər nəzərdə tutulan auditin qiyməti həqiqətən də bazar qiymətlərindən yuxarı olsaydı, Sizcə mütənasibdir? Bizcə mütənasib idi. Çünki qeyd edilən qiymət müstəqil ekspertdən almış məlumata görə, almış məlumatlara əsasən qeyd edə bilər ki, bunlar bazar qiymətlərindən yuxarı olmamışdır. Bu səbəbdən qeyd edilən müstəqil ekspertlərdən və dövlət orqanlarından müvafiq məlumatlar aldıq. Bunların əsasında müəyyən elədik ki, qeyd olunan auditin qiyməti bazar qiymətlərindən yuxarı deyil. Çünki bazarda istənilən halda aşağı-yuxarı qiymətlər ola bilər, amma bunlar o bazarda müəyyən formalaşmış qiymətlər çərçivəsindəsə yol veriləndir. Və bu kontekstdən yanaşanda həmin o qiymət bazar qiymətlərindən yuxarı qiymət deyil. Digər bir məsələ mən know-how dairəsinə bağlı bir sualım var. Yəni burada qeyd edirsiniz ki, tutaq ki, Azərbaytex həmin auditi aparmaq üçün ona görə digər bir şirkəti akkreditasiya etməyə meyilli deyil ki, ona yoxlamanın aparılmasına lazım olan, amma know-how təşkil edən bilikləri ötürməlidir, düz deyil? İndi belə sual yaranır ki, yoxlamanı aparan zaman istifadə etməli olduğunuz məlumatlar, bir X datası, know-how'dur. Necə ola bilər ki, bu know-how olsun? Əgər məni yoxlayırsınız, mən bilmirəm, məni nə ilə yoxlayacaqsınız. Bu, siz nə yoxlayır? Sanki bir məhsul satırsınız və o məhsuldan istifadə qaydalarını müştəriyə vermirsiniz. Deyirsiniz ki, yox, istifadə qaydaları know-how'dur. Belə ola bilməz, axı mən o məhsulu istifadə etməliyəm. İndi də məni yoxlayırsınız, amma məni nə ilə yoxladığınızı deyirsiniz ki, know-how'dur və mənə vermirsiniz. Bu, sizə yəni dedikdə əslində Azərbaytexdə bu nə olmuş sualdır? Yəni siz araşdırma aparan zaman bu suallara cavabını müəyyən etmişdiniz özünüz? Burada auditin aparılması ilə bağlı məsələ odur ki, burada ərizəsinin sistemlərinin, həmin o sistemi, çünki bizdə inteqrasiya uyğunluğu təlimatı var idi, qaydalar var idi uyğunluqla bağlı. Həmin qaydalarda onsuz da müəyyən olunmuşdu ki, həmin o tərəfdaş şirkət tərəfindən müəyyən olmuşdu ki, həmin tərəfdaş nələrə cavab verməlidir ki, bunun nəticəsində şirkət ərizəsi auditdən keçə bilsin, yoxlamalardan keçə bilsin. Bəs əlavə know-how təşkil edən biliyin kateqoriyası nədir? Hansı Hansı ki, o yoxlamada lazımdır, amma uyğunluq təlimatında yox. Çünki əgər auditi həyata keçirən şirkət kimdirsə, o məlumatları bilməlidir ki, ərizəçinin bu platformaya uyğunluğunu yoxlaya bilsin. Yəni baxın, bir uyğunluq meyarları var, ABCD. Bunu özünü uyğunlaşdıran təşkilat da bilməlidir, yoxlayan təşkilat da bilməlidir. Bu uyğunluq təlimatındadırsa və yoxlama bunun üzərindən gedirsə, sizin know-how, yəni Azərbaytexin know-how dediyi hissə nədən ibarət idi ki, onu qarşı tərəfdən bölüşmək istəmir? Həmin o AZCloud 5.0 məhsulunun alqoritmləri, istifadə qaydaları. Bunlar şirkətin know-how-sunu təşkil edir. O yoxlamada vacibdir. Və auditi həyata keçirən bilməlidir ki, nəyə əsasən yoxlayır. Yəni yoxlamanı bir tərəfdə ərizəçidir, tərəfdaşdır, bir tərəfdə də bu məhsula uyğunluğu yoxlayır. Bu səbəbdən. Bu siz dediyiniz, gətirdiyiniz dəlil ki,
bir növ effektiv olaraq məcbur eləyir öz tərəf müqabillərini ki, onun auditindən keçsin, başqasını tanımıram, mənim çünki legitim səbəblərim var. Azbytex bunu deyir də. Bu mülki hüquq kontekstində necə təhlil olunmalıdır? Mülki hüququn, mülki məcəllərin bu barədə müddəalar var. Həmin o iki tərəfli mülki hüquq münasibətlərində bir tərəfin üstünlük qurmağa çalışması və üstün mövqe yaratması. Bu barədə mülki hüquq münasibətləri nə deyir? Burada əslində üstünlüyü qurmağa çalışması deyəndə bir növ bunun əslində necə deyirlər, bazası var, necə deyirlər, qarşısında duran məqsədlər var. Nəyə görə bu cür üsullara əl atır? Konkret olaraq qeyd elədim bu bazanı ki, o səbəblərdən bu cür münasibətin həyata keçirilməsinə gətirib çıxarır şirkət tərəfindən ki, sırf akkreditasiyadan keçən şirkət olsun, sırf bu auditdən keçməlisən və yaxud da həmin know-how məlumatları istəmişdi ərizəçi tərəf və bu məlumatları təqdim eləməmişdi. Bu məsələlər də sırf onun məqsədi ilə, yəni know-how'sunu qorumağından irəli gəldiyi üçün hər hansı bir üstünlük qurmağından və s. kimi belə bir hal müəyyən olunmur. Oxşar münasibətlərə mülki məcəllənin nəsə müddəasını nümunə gətirə bilərsiniz yoxsa yox? Xeyr. Yaxşı. Bu suala əlavə olaraq bir şey dəqiqləşdirmək istədim. Agentlik bu məsələdən mövqeyi olubmu? Bu sui-istifadə hallarından bir digəri də mən də oxumaq istəyirəm qanundan. 16.2.3-cü maddə bir məhsulun satışı üzrə bir məhsulun satışı üçün digər məhsulun əldə edilməsinin məcburi şərt kimi müəyyən edilməsi. Və məcəllədən də bilirik ki, məhsul dedikdə həmçinin xidmətlər də özündə ehtiva oluna bilir. İndi sual belədir. Azerbaytexin mövqeyi belədir də. Mənim bir cloud sistemim var. Bundan istifadə etmək üçün mənim təklif etdiyim 200.000 dəyərində digər bir xidmət, audit xidmətini götürməlisiniz. Bu hökmran mövqeyinin sui-istifadə halı kimi bu maddənin pozuntusu durmu? Agentlik bu məsələyə mövqeyi olubmu? Burada məsələ ondan ibarətdir ki, şirkət Azerbaytex MMC təkcə özünün audit xidməti tərəfindən deyil, həmçinin ondan akkreditasiyadan keçmiş audit şirkətləri tərəfindən auditin həyata keçirilməsini nəzərdə tutulur. Hansı ki, onu da özü müəyyənləşdirir. Yəni dolayısıyla məsələn bu fakt o zaman işləyərdi ki, Smart Filmlink'in təşrif etdiyi şirkəti də akkreditasiyasını təmin edib, ona da icazə verərdi. Yəni bir özüdür, bir də 200 nəfər özünün akkreditasiya etdiyi hüquq şəxslərdə. Mən bir dənə sizin suala dəqiqləşmə verim. Sizin mövqeyiniz nədir? Hökmran mövqedən sui-istifadə halının olmamağıdır, yoxsa onun obyektiv zərurliyinə sui-istifadə halı mövcuddur. Sui-istifadə halı mövcuddur. Burada sui-istifadənin obyektiv zərurliyinə, çünki rəqabət məcəlləsi qeyd edir ki, hökmran mövqedən sui-istifadə rəqabət pozuntusunun bir növüdür. Qeyd edir ki, rəqabət qanunvericiliyinin pozuntusu halları aşkarlandıqda burada rəqabət komissiyası yaradılır. Həmin o təsərrüfat subyektinin hansı ki, hökmran mövqedən sui-istifadə edir, ona qarşı iş qaldırılması məsələsinə baxır rəqabət komissiyası. Hazırki iş üzrə də belə hal mövcuddur ki, biz bu halları əlamətləri müəyyən edib rəqabət komissiyası yaratmışıq. İş tərəfindən ki, Azerbaytex MMC-yə qarşı iş qaldırıb rəqabət komissiyası. Daha sonra Azerbaytex MMC öz əsaslandırmasını komissiyaya təqdim edib, komissiya bunun nəticəsini obyektiv zərurilik kimi qiymətləndirib Nazirlər Kabinetinin qərarını müvafiq maddələrinə, yəni 3.3-cü bəndin 4-5-6-cı yarım bəndlərini əsas götürərək 531 nömrəli Nazirlər Kabinetinin qərarını belə qiymətləndirir və bunun nəticəsində hesab edir ki, həmin o hərəkətlər hökmran mövqedən sui-istifadə olsa da bu obyektiv zəruriliyin əhatə dairəsindədir. Aydındır. Biraz qarşı tərəfin ikinci çıxış eləyəninin vaxtına müvafiq deyirəm, 45 saniyə əlavə keçdi. O müddət ərzində 45 saniyədə. Bu Nazirlər Kabineti qərarına istinad olunub olunmaması ilə bağlı daha belə ətraflı qarşı tərəfin dəlillərinə təqsibləriniz varsa onları bildirərsiniz. Deməli, burada nəyə nəzər yetirmək lazımdır? Cavab məktubuna nəzər yetirmək lazımdır. Cavab məktubunun burada abzaslarına diqqət yetirmək lazımdır. Orada birinci məsələ nəzərdə tutulan bir abzasda qeyd olunur ki, orada müvafiq sertifikatlar var. Sertifikatlar və auditin aparılmaması məsələləri. Bunlar texniki imkanların məhdudluğu kimi qiymətləndirilir. Hansı Nazirlər Kabinetinin qərarının 3.3-cü yarımbəndin 4-cü yarımbəndində qeyd olunur ki, texniki imkanların məhdudluğu səbəbindən hökmran mövqedən sui-istifadə halı və daha sonra ikinci abzasa gələndə görürük ki, orada nəzərdə tutulur ki, burada Azerbaytex MMC öz məlumat mərkəzinə dövlət əhəmiyyətli məlumatları yerləşdirir. Və orada da qeyd olunur ki, deməli bu məlumatların, yəni dövlət təhlükəsizliyi üçün əhəmiyyət kəsb edən məlumatlardır və də həmin 531 nömrəli qərarın 6-cı yarımbəndində qeyd olunur ki, dövlət təhlükəsizliyi ilə bağlı məsələ qeyd olunur, hökmran mövqedən sui-istifadə ilə bağlı. Çox sağ olun. Və bir də yox, kifayət, çox sağ olun, təşəkkür edirəm.
Hörmətli məhkəmə tərkibi, ərizəçi tərəfinin nümayəndələri və iclas iştirakçıları hər birinizi salamlayıram. Mən cavab verən tərəfin nümayəndəsi Mədətova Aysu. Həmkarım deməli 2-ci və 3-cü məsələlərə toxundum. Mən isə 1-ci və 4-cü arqumentləri izah edərək mövqeyimizi izah edəcəm. 1-ci arqumentimizə keçid etmək istəyirəm. 1-ci arqumentimiz belə səslənir. Agentliyin hökmən mövqedən sui-istifadə edən təsərrüfat subyektinə münasibətdə mövqeyi dövlətin azad sahibkarlığı qorumaq üzrə pozitiv öhdəlikli ziddiyyət təşkil etmir. Əvvəlcə öhdəliklərdən danışım. Dövlətlərin öhdəlikləri pozitiv və neqativ öhdəliklərlə iki yerə bölünür. Dövlətin neqativ öhdəlikləri hüquqları pozacaq hərəkətlərdən çəkinməsidirsə, dövlətin pozitiv öhdəlikləri hüquqları qorumaq məqsədilə dövlətin zəruri tədbirlər həyata keçirməsidir. Bu pozitiv öhdəliklərdən biri də dövlətin azad sahibkarlığı qorumaq üzrə pozitiv öhdəliyidir. Azərbaycan Respublikasının Konstitusiyasının 15-ci maddəsində göstərilir ki, Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir və iqtisadi münasibətlərdə inhisarçılıq və haqsız rəqabətə yol vermir. Eyni zamanda sahibkarlıq fəaliyyəti haqqında da göstərilir ki, mülkiyyət və təşkilati hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə həyata keçirən hər bir sahibkarların hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Dövlətin azad sahibkarlığı qoruma üzrə pozitiv öhdəliyini bu sahədə dövlət tənzimləməsini həyata keçirməklə icra edir. Dövlət tənzimləməsinin əsas istiqamətlərindən biri də bu sahədə dövlət nəzarətini həyata keçirməkdir. Belə ki, həmin orqanlar, yəni bu sahədə dövlət tənzimləməsini həyata keçirən orqanlar sahibkarların hüquqlarını və qanun mənafelərinin müdafiəsini təmin edən qanunvericiliyi işləyib hazırlayır, onu qəbul edir və ona nəzarət edir, onu bazarda və deməli azad və vicdanlı rəqabətin dəstəklənməsini təmin edirlər. Sahibkarların hüquqlarını və maraqlarını dövlət müdafiəsindən o zaman söhbət gedə bilər ki, sahibkarların bu hüquq və azadlıqları hüquqi zidd şəkildə pozulsun. Deməli, hazırki iş üzrə dövlətin azad sahibkarlığı qoruma üzrə pozitiv öhdəliyi o zaman yaranır ki, sahibkarın, yəni ərizəçinin hüquqları və maraqları hüquqi zidd şəkildə pozulsun. Azad sahibkarlıq hüququ da belə hüquqların başlıcasıdır. Azad sahibkarlıq hüququ şəxslərin imkanlarından, qabiliyyətinə və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməyən digər iqtisadi fəaliyyət növü ilə məşğul olması nəzərdə tutulur. Eyni zamanda bu nədir? Bu gətirdiyiniz izah hardandır? Özünüzmü məntiqi izah edirsiniz, yoxsa nəsə mənbəyi var? Bu azad sahibkarlıq hüququ bəli, Azərbaycan Respublikasının sahibkarlıq fəaliyyəti haqqında da göstərilir, həm də Azərbaycan Respublikasının Konstitusiyasında da göstərilir ki, azad sahibkarlıq hüququ həmçinin qeyd etdiyim Konstitusiya Məhkəməsinin qərarı da vardır. Deməli 28 fevral 2020-ci il tarixli qərarında da sahibkarlıq fəaliyyətinə anlayış verilmişdir. Orada da göstərilir ki, sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən sahələr üzrə sahibkarın həyata keçirdiyi müstəqil bir iqtisadi fəaliyyət növüdür. Agentliyin əsasnaməsindən göstərmək istəyirəm. Deməli, agentliyin əsasnaməsini göstərir ki, agentlik dövlətin azad sahibkarlığı qoruma üzrə pozitiv öhdəliyinin icra subyekti olmaqla sahibkarların hüquqlarını və qanun mənafelərinin müdafiəsini təmin edən qanunvericiliyin nəzarəti və bazarda azad və vicdan rəqabətinin dəstəklənməsi və təmin edilməsi vəzifələrini həyata keçirir. Belə ki, agentlik istehlak bazarının nəzarət sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Agentliyin əsas fəaliyyət istiqamətlərindən biri də rəqabət sahəsində dövlət tənzimləməsini həyata keçirməkdir. Sahibkarlıq fəaliyyəti haqqında qanunun 5-ci maddəsində göstərilir ki, yalnız qanunla nəzərdə tutulmuş hallarda sahibkarlıq fəaliyyəti məhdudlaşdırılmasına və ya onun ayrı-ayrı növlərinin qadağan olunmasına yol verilir. Qanunverici rəqabət məcəlləsində hökmən mövqedən sui-istifadəni qadağan etməklə yanaşı, onun obyektiv zəruriliyini nəzərdə tutmuş, bu halda hökmən mövqedə olan təsərrüfat subyektinin hərəkətlərini yol verilən hesab etmişdir. Şirkət tərəfindən deməli ərizəçinin fəaliyyətinin rəqəmsal təhlükəsizlik və uyğunluq qaydalarına uyğun olmaması əsası ilə ərizəçinin hesabı dayandırılmış. Bu nəticəsində ərizəçi 70% gəlirini itirmiş və 2025-ci ilin aprelində öz fəaliyyətini müvəqqəti olaraq dayandırmışdır. O bununla bağlı agentliyə müraciət etmiş və bununla bağlı tədbirlər görülməsindən xahiş etmişdir. Ərizəsinin müraciətinə agentlik tərəfindən baxılmış, şirkətin hökmən mövqedən sui-istifadə edərək rəqabət pozuntusu törətdiyi müəyyən edilsə də, şirkətin hərəkətləri obyektiv zərurinin əhatə dairəsinə düşmüş, rəqabət məcəlləsinin 16.4-cü maddəsinə uyğun olaraq o məsuliyyətdən azad edilmiş, rəqabət qanunvericiliyinin pozulması haqqında işin baxılmasına xitam verilməsi ilə bağlı əsaslandırılmış qərar qəbul etmişdir. Agentliyin hökmən mövqedən sui-istifadə edən təsərrüfat subyektinə münasibətdə mövqeyi dövlətin azad sahibkarlığı qoruma üzrə pozitiv öhdəlik ziddiyyət təşkil etmir. Bunu belə izah
etdim ki, ərizəçinin müraciəti əsasında agentlik araşdırma aparmış və onun qanun nəzərdə tutmuş vəzifəsini həyata keçirərək bu sahədə bununla bağlı hökmran mövqedən sui-istifadə halı olduğunu müəyyən etmiş və onun obyektiv zərurinin əhatə dairəsinin düşdüyünü müəyyən edərək öz vəzifəsini yerinə yetirmiş, yəni dövlət tənzimləməsini həyata keçirmiş və bununla da onun üzərinə düşən dövlətin pozitiv öhdəliyini həyata keçirmişdir. Belə ki, agentliyin hökmran mövqedən sui-istifadə edən təsərrüfat subyektinə münasibətdə mövqeyi qanunvericinin yalnız qanunla nəzərdə tutulmuş hallarda sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yol verilir müddəasından irəli gəlmişdir. Ərizəçi müqavilə öhdəliklərini isə lazımınca yerinə yetirməmişdir. Əgər sahibkarların hüquqları və maraqları hüquqa uyğun şəkildə pozulmuşdursa, bu zaman sahibkarların hüquqlarının və maraqlarının dövlət müdafiəsindən söhbət gedə bilməz. Bu səbəbdən də hazırki üçdə dövlətin azad sahibkarlığı qorumaq üzrə pozitiv öhdəliyi yaranmır. Beləliklə, agentliyin hökmran mövqedən sui-istifadə edən təsərrüfat subyektinə münasibətdə mövqeyi dövlətin azad sahibkarlığı. Sualım ondan ibarətdir ki, biz belə başa düşürük ki, Azəbaytexin münasibətdə belə deyək ki, obyektiv zərurət səbəbindən onun hökmran mövqedən sui-istifadəsini qənaətbəxş hesab edirsiniz agentlik olaraq, düzdür? Bəli, obyektiv zərurətin əhatə dairəsi. Aha, obyektiv zərurət səbəbindən. Bəs bu hansı müddətə, yəni siz onu qənaətbəxş hesab edəcəksiniz? Daimimi, yoxsa müvəqqətmi? Bu barədə hansısa bir belə deyək, qərara, nəticəyə gəlmisiniz, yoxsa yox? Belə deyim də. Ya da qanunvericilikdə bu göstərilibmi xüsusi olaraq? Azəbaytexin obyektiv zərurinin əhatə dairəsinin düşdüyünü hesab etdiyimiz bir sıra hallar var ki, hansı ki, həmkarım da qeyd elədi. Nazirlər Kabineti obyektiv zərurinin qiymətləndirilməsinə dair qaydalarında göstərir ki, biz orada 3.3, 4, 5 və 6-cı bəndləri uyğun görmüşük. Bu da o müddət hesab edir ki, əgər həmin fəaliyyət, yəni bu hökmran mövqedən sui-istifadə ərzində o sui-istifadə həmin o müddəalarda göstərilən hərəkətlərin dairəsində olduğu müddətcə bu qanun qərarı qüvvədə olacaqdır. Yəni onlara uyğun olduğu müddətdə. Aha, aydın. Bəli, sonuncu olaraq da bayaq da dediyim kimi, yəni agentliyin hökmran mövqedən sui-istifadə edən təsərrüfat subyektinə münasibətdə mövqeyi dövlətin azad sahibkarlığı qorumaq üzrə pozitiv öhdəliyi ilə ziddiyyət təşkil etmir. Keçid almaq istəyirəm 4-cü arqumentimizə. 4-cü arqumentimiz belə səslənir. Azəbaytex MMC-nin dəlilləri əsasında ayrıca müstəqil yoxlama aparılmadan qərar qəbul edilməsi hamının qanun qarşısında bərabərliyi və hüquqların inzibati və məhkəmə müdafiəsi prinsiplərini pozmur. Agentliyin şirkətin dəlilləri əsasında qərar qəbul etməsi şirkətin subyektinə vəzifəsindən irəli gəlir. Belə ki, rəqabət məcəlləsinə əsasən 16.4-cü maddədə müəyyən olunmuş şərtlərin təmin edilməsinin sübuta yetirilməsi vəzifəsi barəsində iş qaldırılan təsərrüfat subyektinin üzərinə düşür. Agentlik deməli rəqabət qanunvericiliyinin pozulması əlamətlərini aşkar etdikdə, bununla bağlı mənbəyə bəlli məlumat əldə etdikdə, araşdırılma zamanı zərurət yarandıqda və rəqabət qanunvericiliyinin pozulması hallarının araşdırılması zamanı əlavə sübutlara zərurət yarandıqda yoxlama aparır. Agentliyin ayrıca müstəqil yoxlama aparmadan qərar qəbul etməsi burada rəqabət qanunvericiliyinin pozulması halının müəyyən edilməsi üçün əlavə sübutlara zərurət yaranmamasıdır. Belə ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən halları tam hərtərəfli və obyektiv araşdırmalıdır. Bu inzibati icraat haqqında qanunun 24-cü maddəsində göstərilmişdir. İnzibati orqan burada agentliyin deməli işin hallarının araşdırılmasında cavabdehlik daşıyır və burada icraatın iştirakçıları işin hallarının araşdırılmasında birgə iştirakçı roluna malikdirlər. Obyektiv araşdırma prinsipi isə öz məzmununu onda ifadə edir ki, qərarın qəbul edilməsi üçün lazım olan araşdırmanın aparılması, faktların müəyyən edilməsi üçün bunlar inzibati orqanın vəzifəsidir və bunlar üçün inzibati orqan məsuliyyət daşıyır. İnzibati icraat haqqında qanunda göstərilir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi isə inzibati orqanın özü tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə Sizi böləcəm. Siz bax qeyd edirsiniz ki, agentliyin qanunun qərar qəbul etməsi zamanı müstəqil yoxlama aparmasına, əlavə sübutlar tutulmasına zərurət olmayıb deyə müstəqil yoxlama aparılıb da. Mən sadəcə bir məsələni dəqiqləşdirmək istəyirəm. Bu obyektiv zəruriliyin müəyyən edilməsi zamanı Rəqabət Məcəlləsi qeyd edir ki, 16.6.2-də davranışın bu nəticələrə nail olunmasında yeganə seçim olması və rəqabəti dazm alternatifinin olmasıdır. İndi mən bunu soruşmaq istirdim ki, texniki tələbləri artırmaq, audit tələbi irəli sürmək, akkreditasiya olunmuş şirkətləri yalnız auditə cəlb edilməsinə imkan yaratmaq və bu kimi digər hallar, yəni hökmran orqanın sui-istifadə hallarının başqa alternativ növü yox idimu ki, Azəbaytex yalnız bunu yerinə yetirdi və agentlik də
əlavə müstəqil yoxlamaya ehtiyac duymadan bunu qəbul etdi ki, hə, bu yeganə alternativ yox idi və yeganə çıxış yolu idi. Sizcə agentlik bu zaman müstəqil yoxlama, müstəqil ekspert və yaxud texniki bir belə dəstək almalı deyildimi ki, bu tələblərin artırılması dövlət təhlükəsizliyindən digər milli təhlükəsizlik üzrə məlumatların qorunmasına yeganə çıxış yoludur? Əvvəla onu qeyd edim ki, agentlik geniş bir araşdırma aparmışdır, həmçinin müstəqil ekspertlərdən də məlumat almışdır. Həmçinin deməli müstəqil ekspertlərdən aldığı məlumatın kateqoriyası necə idi? Bu yeganə alternativ budur, başqa çıxış yolu yoxdur sualını vermişdi, yoxsa ümumiyyətlə Azərbaytex xidmətləri? Bəli, orada deməli qanunvericilikdə nəzərdə tutulur ki, agentlik, yəni inzibati orqan bunları nəzərə almalıdır. İnzibati orqan bunu nəzərə almayıb desək, yəni bu deməmək nəzərə almayıb demək düzgün olmazdı. Çünki inzibati biz işdən də görürük ki, müqavilə öhdəlikləri vardır. Bu müqavilə öhdəliklərində də Azərbaytex imzalayır ki, orada deməli 2.5-ci maddədə göstərilir ki, müqaviləyə əlavədə bəs tərəfdaş müqaviləni imzalayarkən orada bütün inteqrasiya bəyədiyində xüsusiyyətlərlə tanış olmalı və onlara əmək etməyi öz öhdəsinə götürür. Bura eyni zamanda ISO və DCC level 1 uyğunluq həmin o şərtlər də daxil idi. Bunları deməli öz öhdəsinə götürsə də bunları yerinə yetirməmişdi. Yəni öhdəliklərini lazımınca icra etməmişdi. Buna görə də müqaviləni imzalaya bilər. Mənim sualım o imzadan bir mərhələ qabaqdadır. Yəni bu tələbləri qoymaq, sistemin texniki tələblərini qaldırmaq da yeganə çıxış yolu idimi ki, sonra qarşı tərəf, yəni Smart Filling ən azından məcbur qalıb o öhdəliyə götürür ki, yaxşı mən bir təhər özümü o səviyyəyə çatdıracağam. Yəni ümumiyyətlə başqa çıxış yolu yox idi o anda. Bəli, yeganə çıxış yolu idi deyə bilərik. Çünki bunu agentliyin texniki belə deyək də bazası imkan verir, yoxsa bunu müstəqil yoxlama və ekspert və sair cəlb etmək lazım idi? Əvvəlcə onu deyim ki, yeganə seçim idi. Çünki şirkət özündə Dövlət Təhlükəsizliyinə aid olan Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi və digər dövlət qurumlarının sirlərini özündə daşıyırdı və bu sirlərin yayılmasının qarşısını alma məqsədi ilə əgər belə deyim də qəbul eləsəydi tərəfdaşla olan müqavilədə həmin o şeyləri, şərtləri belə deyim də, onda bu təhlükəsizliyi risk altına atmış olacaqdı. Hansı ki, bu yeganə seçim idi ki, onu məhdudlaşdırsın ki, bu sirlərin yayılmasına mane olsun. Həmçinin know-how da hesab olunduğuna görə know-how məlumatlarında qorunması hüququ vardı. Ərzəçinin çıxışında bir qeydi belə deyək də eşitdim. O qeyd edir ki, ümumiyyətlə Azərbaytex qiymətləndirməyib ki, başqa bir interfeysin yaradılması, başqa cloud sisteminin qalması və yaxud hazırki cloudun yalnız belə deyək də dövlət müəssisələri üçün baş verməsi və digərləri üçün isə növbəti bir cloudun yaradılması alternativi axtarılmayıb. Yəni digər alternativ ola bilər. Texniki cəhətdən yəni nəzərə olaraq mümkün deyilmi sizcə? Yəni bunu yoxlamaq lazım idi yoxsa yox? Belə deyim də, yəni onun ayrıca müstəqil yoxlama aparmaması, onun işi tam hərtərəfli obyektiv araşdırmaması demək deyil. İnzibati icraat haqqında qanunda inzibati orqanın üzərinə işin tam hərtərəfli düzgün araşdırılması vəzifəsini qoymuşdur. İnzibati orqanda həmin işin araşdırmanın həcmini və üsulunu özü müəyyən edir və bu araşdırma nəticəsində də həmin araşdırmadan əmin olmuşdur və bunu qərarın əsaslandırmasında istifadə eləmişdir. Yəni tam hərtərəfli obyektiv araşdırmışdır və buna əminlik yarandığına görə də ayrıca müstəqil yoxlama aparmamışdır. Həmçinin əlavə sübutlara da zərurət yaranmamışdır. Buyurun. Davam edin. Müstəqil yoxlama aparmaqla bağlı sahibkarlıq sahəsində yoxlamaların dayandırılması, yəni bilirsiniz qanuna dəyişiklik olur, hər il müddət uzadılır. Yoxlamaların dayandırılması agentliyə maneə idimi ki, müstəqil yoxlama aparmasın? Yəni səbəb bu ola bilərdi. Sahibkarlıq sahəsində yoxlamalar dayandırılır. Düzdürmü? Hər il bu artırılır. İndi mənim sualım budur ki, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması agentliyə maneə idimi ki, müstəqil yoxlama aparmasın?
Bayaq da dediyim kimi, agentliyin burada müstəqil yoxlama aparmamasının səbəbi Rəqabət Məcəlləsinin deməli 48-ci maddəsində göstərilir ki, inzibati orqan bu hallarda yoxlama aparır. Bunlardan biri də əlavə sübutlara zərurət yaranmamasıdır. İnzibati orqan da araşdırma aparmış və əlavə sübutlara zərurət yaranmadığından ayrıca müstəqil yoxlama aparmamışdır. Və dediyim kimi, ayrıca müstəqil yoxlama aparmaması da onun vəzifəsini icra etməməsi demək deyildir. Yəni tam hərtərəfli obyektiv araşdırmışdır. Buna da inzibati icraatı, yəni prosessual pozuntu törətməmişdir vəzifəsini yerinə yetirərək. Deməli, bir qayda ibarət idi ki, bayaq sizin komanda yoldaşınız da bu barədə qeyd elədi. O bildirdi ki, rəqabət komissiyası yaradılmış və bu şəkildə müvafiq inzibati hərəkətlər həyata keçirilmişdir. Siz də qeyd edirsiniz ki, müstəqil yoxlama aparılmamışdır. Sizcə bu yoxlama ilə rəqabət komissiyasının vasitəçiliyi ilə aparılan hərəkətlər arasında fərq nədən ibarətdir? Qanunvericilikdə konkret təsbit olunubmu ki, yoxlamada məsələn bu hərəkətlər icra olunur, ancaq rəqabət komissiyasının iştirakı ilə başqa cür inzibati hərəkətlər aparılır? Deməli, hazırki iş üzrə agentlik Rəqabət Məcəlləsinin 46-cı maddəsində göstərilir ki, inzibati orqan araşdırdıqdan sonra aşağıdakı qərarlardan birini qəbul edir. Bu qərarlardan biri də hazırki iş üzrə biz rəqabət qanunvericiliyinin pozulması əlamətlərini aşkar etdikdən sonra onunla bağlı iş qaldırılması ilə bağlı Rəqabət Komissiyasının yaradılması qərarını qəbul eləmişik. Həmin məddə qərarlardan biri də o idi ki, rəqabət qanunvericiliyinin pozulması əlamətlərinin və hallarının aşkar edilməsi zamanı əlavə sübutlara zərurət yarandıqda yoxlamanın aparılması ilə bağlı qərarın qəbul edilməsidir. Biz də həmin 46-cı maddənin dediyim kimi Rəqabət Komissiyasının yaradılması bəndinə uyğun olan qərarı qəbul etmişik və Rəqabət Komissiyasını yaradaraq obyektiv zəruriliyi qiymətləndirmiş və qərar qəbul etmişik. Rəqabət Komissiyası ilə bağlı yaradılması ilə, istər tərkibi ilə bağlı və ya digər araşdırma aparılması qaydaları ilə bağlı Nazirlər Kabinetinin qərarı mövcuddur. O tələblərə əməl olunub və ya bu konkret olaraq hansısa agentliyin hərəkətində və ya sənədlərdə əks olunubmu bu barədəki ərizəçiyə də bu barədə bir müəyyən fikir versin ki, siz Rəqabət Komissiyasının iştirakı ilə bu hərəkətləri aparmısınız? Bəli, deməli, ümumiyyətlə obyektiv zəruriliyin qiymətləndirilməsinə dair Nazirlər Kabinetinin qərarında orada göstərilir ki, bəs bu qiymətləndirmə Rəqabət Komissiyası tərəfindən aparılmalıdır. Eyni zamanda Rəqabət Məcəlləsinin də 8-ci maddəsində göstərilir ki, rəqabət orqanı rəqabət qanunvericiliyinin pozulması hallarını aşkar etdikdə Rəqabət Komissiyası yaratmalıdır. Eyni zamanda Rəqabət Komissiyasının yaradılması, tərkibi və onun işlərə baxması və qərar qəbul etməsi ilə bağlı qaydalar mövcuddur. O qaydalarda göstərilir ki, Rəqabət Komissiyasının üzvləri inzibati orqanın vəzifəli şəxslərindən ibarətdir və Rəqabət Komissiyası inzibati orqan adından çıxış edə bilər. Deməli, biz bu işdə görürük ki, agentliyin bizə cavabı məlumdur. O cavabda göstərilir ki, bəs bu anti-insan və istehlak agentliyi tərəfindən... Qısa yekunlaşdı, vaxtınız bitib deyə yekunlaşdı. Onun adı göstərilmişdir. Yəni bayaq dediyim kimi o qaydalarda göstərir ki, Rəqabət Komissiyası rəqabət orqanı adından çıxış etdiyinə görə orada Rəqabət Komissiyasının yaradılmayıb demək düzgün olmazdı. Çünki Rəqabət Komissiyası bu qərarı obyektiv zəruriliyi qiymətləndirməsini həyata keçirir. Eyni zamanda cavab məktubunun sonunda göstərilir ki, bu katib tərəfindən göndərilmişdir. Həmin qaydalarda əks olunur ki, katib düzdür, Rəqabət Komissiyasının müstəqil üzvü olmasa da təşkilati tədbirləri həyata keçirir və rəqabət orqanı adından qərar məktubları, məlumatları göndərə bilər. Buna görə də Rəqabət Komissiyası yaradılmışdır. Bir də son olaraq mövqeyimi qısa olaraq izah edeyim ki, burada bərabərlik hüququnu pozmamışdır. Çünki Konstitusiya Məhkəməsinin qərarında göstərilir ki, bərabərlik hüququ hər kəsə eyni qaydada tətbiq olunmalıdır. İnzibati orqanda tam hərtərəfli obyektiv araşdıraraq tətbiq olunmalı olan hüququ hər kəsə tətbiq etmiş və bərabərlik hüququnu pozmamışdır. Eyni zamanda vəzifəyə yerinə yetirərək inzibati müdafiə prinsipində həyata keçirilmişdir. Təkrarən hər birinizi salamlayıram. İlk öncəliklə qeyd etmək istəyirəm ki, cavab verən tərəf qeyd edir ki, auditin bazar qiymətindən çox olmadığını və audit məsələsinin ümumiyyətcə zəruri məhdudiyyət olduğu ilə bağlı araşdırma aparıb. Lakin biz agentliyin ünvanladığı cavabda heç bir belə cavab olduğuna qənaətə gələ bilmirik və buna rastlaşmırıq ki, auditin qiymətinin yüksək olmağı ilə bağlı hər hansı bir araşdırma aparılır ya da ümumiyyətcə buna hər hansı bir münasibət bildirilir. Daha əvvəldə də qeyd etdiyim kimi, auditlə bağlı akkreditasiya məsələsində akkreditasiya şərtləri ümumiyyətcə
akkreditasiya edən qurum Azibitex-in özü ola bilməz. Bunun azad olmağının səbəbi və auditə akkreditasiya verən qurumun azad olmağının səbəbi çünki bu ümumiyyətcə standartlara uyğun şəkildə fəaliyyət göstərməsi ilə bağlıdır auditin. Yəni know-how şərtlərindən çox auditin ümumiyyətcə həmin standartlara, PCI və ISO sertifikatının standartlarına uyğun şəkildə fəaliyyət göstərib göstərilməməsi ilə bağlı qiymətləndirilmə aparılmasıdır. Bu səbəbdən də Azibitex-in ümumiyyətcə akkreditasiya aparmaq kimi bir öhdəliyi yoxdur. Onun belə bir orqan kimi özünü təqdim etməsi həmin bəndin etibarsızlığına səbəb olur. Buna əlavə qeyd edirlər ki, dövlətin pozitiv öhdəliyi ümumiyyətcə yaranmayıb, lakin mən sizə qeyd etmək istəyirəm ki, dövlətin pozitiv öhdəliyi yalnız hər hansı bir hüquq pozuntusu sübuta yetirildikdən sonra yaranmır. Yaxud da ki, pozitiv öhdəlik ümumiyyətcə hüquqların effektiv qiymətləndirilməsi üçün aktiv qiymətləndirmə aparılmasını tələb edən davamlı bir xarakter daşıyır. Bu baxımdan hətta agentliyin hökümran mövqedən sui-istifadənin obyektiv zərurilik üzrə qiymətləndirmə üzrə diskresion səlahiyyət verilməsi belə özü artıq pozitiv öhdəliyin icrasını təşkil edir. Yəni burada pozitiv öhdəliyin yaranmasını demək və daha sonra agentliyin bu barədə araşdırma aparılması və buna obyektiv zəruriliyin nəticəsinə gəlməsi, bu da özü də pozitiv öhdəliyin bir növ icrasıdır. Bu səbəblə də pozitiv öhdəliyin yaranmadığını demək düzgün bir əsas deyildir. Buna əvvəl də 71.2-ci maddəyə əsasən qeyd edirlər ki, hər hansı bir hüquq digər hüququ məhdudlaşdırmamalıdır. Lakin daha sonra özləri bildirirlər ki, burada know-how hüququ daha üstün çıxış edir və diqqətinizi çatdırmaq istəyirəm ki, azad sahiblik özləri bu əsasla çıxış etdikləri halda, 71.2 ilə çıxış etdikləri halda özləri know-how ilə azad sahibkarlıq arasında ziddiyyət yaradırlar və know-how hüququnu daha üstün bir mövqedə təqdim edirlər. Lakin 71.2-ci maddənin ruhuna görə ümumiyyətcə iki hüquq bir-birinə ziddiyyət təşkil etməməli və iki hüquq bir-birini məhdudlaşdırmamalıdır. Buradan da agentliyin mövqeyinin, ümumiyyətcə təsərrüfat subyektinin, hökümran mövqedən təsərrüfat subyektinin maraqlarını daha üstün tutduğu qənaətinə gələ bilərik. Buna əlavə həmçinin qeyd etmək istəyirəm ki, yeganə çıxış yolunun nəyə görə bu olduğunu və ən sərt tədbirin niyə görə seçildiyi ilə bağlı yenə də agentliyin cavabında hər hansı bir hala rast gəlinməyib. Bununla bağlı agentlik ümumiyyətcə münasibət bildirməyib və alternativ interfeysin yaradılmasını, dataların bölünməsini və əgər know-how hüququ ilə bağlı şərtlər bu qədər vacib idisə, dövlət təhlükəsizliyi bu qədər vacib idisə, niyə görə alternativ interfeysə dövlət məlumatdan ayrı olmadığını və digər interfeysi də məhz Smartfinlink'in özünün interfeysi yaradıla biləcəyini bizə izah etməmişdilər. Halbuki bu tamamilə mümkün olan və Azibitex tərəfindən edilə biləcək bir tədbir idi. Diqqətiniz üçün təşəkkür edirəm. Hörmətli məhkəmə tərkib iclas iştirakçıları, hər birinizi yenidən salamlayıram. Birinci məsələyə toxunmaq istəyirəm ki, ərizəsi qeyd edir ki, şirkət akkreditasiyanı həyata keçirə bilməz. Lakin Konstitusiyanın 71.9-cu maddəsində qeyd edir ki, hər kəs qanunla qadağan olmayan hərəkətləri edə bilər və hansısa ərizəsi bizə bir istinad gətirə bilmir ki, baxın bu qanuni əsasdır və bu qanun bizə qeyd edib nəzərdə tutur ki, şirkət bu cür fəaliyyəti həyata keçirə bilməz. Yəni ərizəçinin bizə bu barədə konkret qanun əsası göstərməməsi ona deməyə əsas verir ki, deməli şirkətin akkreditasiya fəaliyyətini həyata keçirə bilər. Həm Konstitusiyanın 71.9-cu maddəsindən irəli gəlir və bu sahədə bir qanun var, uyğunluğun qiymətləndirməsi sahəsində akkreditasiya haqqında qanun. Uyğunluğun qiymət sahəsində akkreditasiya haqqında qanunda uyğunluğun qiymətləndirməsinin anlayış verir ki, burada hazırki iş üzrə audit xidmətindən söhbət gedir. Audit xidmətinin texniki normativ hüquq haqqındakı tələblərə uyğunluğunun müəyyənləşdirilməsindən söhbət gedir. Amma hazırki iş üzrə biz texniki normativ hüquq haqqlardan söhbət getmir. Çünki bu akkreditasiyanı şirkət öz daxili tələblərinə uyğun həyata keçirir. Şirkətin özünün müəyyən daxili tələbləri var. Deməli, burada texniki normativ hüquq haqqlardan söhbət getmədiyi üçün, həmin bu münasibət həmin qanunun tətbiq dairəsinə düşmədiyi üçün və eləcə də digər qanunlar şirkətin belə bir fəaliyyəti həyata keçirməsini qadağan eləmədiyi üçün, şirkətin belə bir fəaliyyəti həyata keçirməsi Konstitusiyanın müddəasından irəli gəlir. Siz dediniz, texniki normativ hüquqi akta standarta uyğunluğun qiymətləndirməsi sahəsində akkreditasiya haqqında qanunun tətbiq dairəsinə düşmür. Hazırki iş üzrə düşmür, səbəb ondan ibarətdir ki, burada ümumiyyətcə düşür, amma hazırki iş üzrə düşmür. Xeyr, hazırki iş üzrə olan münasibət akkreditasiya münasibəti üzrə düşmür. Çünki burada akkreditasiya ondan ibarətdir ki, audit həyata keçirən şirkətin öz daxili tələblərinə, yəni o audit həyata keçirən şirkət Azibitex müəssisəsinin daxili tələblərinə uyğunluğunu müəyyənləşdirir. Hər hansısa bir qanunvericinin müəyyən etdiyi texniki normativ hüquq haqqlara olan tələblərə uyğunluğunu müəyyənləşdirmir.
bu səbəbdən həmin qanun tətbiq dairəsinə düşmür və eləcə də həmin qanun, eləcə də digər qanunlar qadağan eləmir ki, şirkət belə bir fəaliyyət həyata keçirə bilməz. Bu səbəbdən şirkətin belə bir fəaliyyət həyata keçirməsi mümkündür. Digər bir məsələ diskresyon səlahiyyətlə bağlı idi ki, agentlik öz diskresyon səlahiyyətini qanunla müəyyən edilmiş hüdudlar daxilində həyata keçirmişdi. Yəni obyektiv zəruri şərh eləyərkən burada həm hansı ki, Rəqabət Məcəlləsinin verdiyi anlayışda orada texniki imkanların məhdudluğu və know-how-nun qorunması təsbit olunmamışdı anlayışın özündə, amma 16.7-ci maddə Rəqabət Məcəlləsi qeyd edir ki, hökmran mövqedən sui-istifadənin obyektiv zərurun qiymətləndirilməsi qaydaları Nazirlər Komiteti tərəfindən qəbul olunur. Yəni o bir növ bizə göndərir ki, baxın bu qaydalarda həmin o hallar müəyyən olacaq. Yəni ona görə burada konkret olaraq bizə anlayışı məhdudlaşdırmır ki, obyektiv zərurluq konkret bu hallardan ibarətdir. Çünki artıq Nazirlər Komiteti qərarında o hallar öz əksini tapır və bizim də cavab məktubumuzdan gördüyü birinci abzas texniki imkanların məhdudluğunu göstərir, ikinci abzas dövlət təhlükəsizliyi ilə bağlı məsələni, üçüncü abzasda da know-how məlumatlarının qorunmasını əhatə edir və Rəqabət Komitəsi bu üç halın olduğunu nəzərə alaraq qeyd edib ki, hazırki iş üzrə şirkətin hökmran mövqedən sui-istifadəsi bu üç halı əhatə etdiyindən, yəni şirkətin əsaslandırması, bu səbəbdən şirkətin əsaslandırması qənaətbəxş hesab olunur. Bir digər bir tərəfdən nəzərə qeyd edir ki, biz Ümumiyyətlə bütün iştirakçılara çox təşəkkürümü bildirirəm. Çox yaxşı bir müsabiqə idi, bir yarış idi aranızda. Belə öz rəyimə gələndə yaxşı olardı ki, daha çox təbii ki, burada faktlardan söhbət gedir, amma faktlar artıq bu bir neçə indi final mərhələsinə qədər bir neçə dəfə müzakirə olunub, istər yazılarda, istərsə şifahi mərhələlərdə. Hüquqi faktlara daha çox əhəmiyyət verilsə və qanunvericilik daha çox qabardılsa, məhz qanunvericiliyin müddəaları üzərindən daha çox müzakirələr aparılsa, daha belə deyək, maraqlı ola bilər, daha müzakirəli ola bilər, daha çox mübahisəyə gətirib çıxara bilər, belə fikirləşirəm. Amma istənilən halda çox təşəkkürlər, qalib komandanı təbrik edirəm. Belə düşünürəm ki, hər iki komanda həqiqətən təqdirə layiq və qalibin müəyyənləşdirilməsində biraz düşündüyümüz bir oyun sərgilədi. Təşəkkürlər. Mən də qısa deyəcəm. Hər birinizi ümumiyyətlə təbrik edirəm. Öz tələbəlik həyatınıza rəng qatmaq fikrinə ümumiyyətlə gəlib çıxmısınız və buna uyğun olaraq da hansısa müsabiqələrdə iştirakı təmin edirsiniz. Qərar vermək çətin idi, amma necə deyək, hamı da əslində yaxşı alınırdı. İndi bəzi komandada, hansısa bir komandada nəsə, o da hakimlərin fikirlərinə görə də bəzi deyirdi, yox belə, bəzilərimiz dedik, yox, bu komanda daha yaxşı idi. Ümumi olaraq, amma hər biriniz təqdirə layiq idi, kifayət qədər. Bu yaşda, tələbəlik vaxtından artıq mən deyərdim, hansısa bir səviyyə peşəkarlığa artıq çatmısınız. Belə də sükanı saxlayın, bu cür müsabiqədə iştirakı davam etdirə bilərsiniz. Sizə əlavə təcrübə, əlavə maraq dairəsi əldə etməkdə kömək edə bilər. Çox, mən belə qeydlərim bu qədərdir. Mən də qısa deyəcəm öz fikrimi. Şəxsən öz adımdan deyə bilərəm ki, qərar vermək mənim üçün doğrudan da çətin oldu və bu cür oyun sərgilədiyinizə görə də hər iki komandaya minnətdaram, təşəkkür edirəm. Sadəcə kiçik bir məsləhət verəcəm. Məsələn, kazuslarla bağlı müşahidə elədiyim bir şey oldu. Tutaq ki, hansısa bir kazusda sizin əleyhinizə və yaxud da xeyrinizə fərqi yoxdur. Hər hansı bir boşluq müşahidə eləyəndə onu öz xeyrinizə istifadə eləməyi bacarın. Məsələn, mən bəzi komandalar üzvlərində görürdüm həqiqətən ki, kazusda toxunulmayan bir məsələni öz xeyrinə istifadə eləyirdi və bu da qarşı komandanın arqumentlərini zəiflədirdi. Bu xüsusiyyəti bəzilərinizdə gördüm, çox bəyəndim.
Ümumi yarışla bağlı həqiqətən burada sizin aranızda olmaqdan, bu təcrübəni yaşamaqdan xoşdur mənə, şadam və minnətdaram. Təşəkkür edirəm əziz iştirakçılar. Mən ilk dəfə bu müsabiqədə 10 il bundan qabaq iştirak eləmişdim. 10 ildən sonra da bu müsabiqənin davam etməsi çox şad edir məni. Komandalar çox yaxşı çıxış elədilər. Xeyli müzakirə elədik digər hakimlərlə. Böyük bir, belə deyək, əslində bir məktəbdir sizin üçün. Bu müsabiqədən mərhələ-mərhələ gəlib bu səviyyəyə çatmaq. Onun üçün hamınızı təbrik edirəm. Bir, belə deyək də, geri dönüş olaraq, feedback olaraq demək istəyirəm ki, zaman vacibdir, zamanı idarə edilməsi, bacarığı çox mühümdür. Onun üzərində biraz işləyin və deyiləcək söz çox olsa belə, müəyyən pauzaları, müəyyən ritorik, belə deyək, vurğulamaq istədiyimiz məsələlərdə biraz vaxt verib həmin o vurğulamaq istədiyiniz məsələnin həzm edilməsinə vaxt ayırmanız sizin gələcəkdə fəaliyyətinizə də töhfə verə bilər. Bir daha təşəkkür edirəm və təbrik edirəm hamını. Çox sağ olun Ülviyə xanım. Mən 2016-da mən təşkilatçı olanda tələbə kimi Ülviyə xanım bizə ilk dəstək göstərənlərdən biri idi. Həqiqətən sağ olsun. İstər Denton şirkətindən, istər Ülviyə xanım, istər Kamil müəllim həmişə bu layihələrə dəstək göstərir. Çünki onlar real olaraq bilirlər bunun dəyərini. Mənim gözümdə də bu nədir? Siz belə epizoddur bu il mənim üçün. Niyə görə? Çünki 2016-dan bəri necəsə iştirak eləyirəm bu müsabiqələrdə, tələbələri görürəm. Deyəcəyim odur ki, sizi qəti üzməsin. Epizod kimi baxın həyatda buna. Məsələn 3-2 sayı ilə belə deyək də, çoxluğu ilə qalib oldu müəyyən. Ona görə o sizə qalib oldunuz, uduzdunuz, bu artıq keçmişdə qalıb mənim gözümdə. Elə baxmalısınız və gələcəyə baxmalısınız. Siz bura gəlməklə mən əvvəlki raundlarda da hakim olanda demişdim. Siz artıq eyni sizin pokoleniyadan deyək, rusca desək, bilmirəm rusca, sadəcə hamı işlədən söz kimi deyirəm. O insan qrupundan, hüquq tələbələr qrupundan siz artıq bura gəlib çıxmaqla qalib olduğunuzu məncə göstərmisiniz. Ona görə də özünüzü təqdir eləməlisiniz. Mən əlavə olaraq şadam ki, qalibi mən elan eləmirəm. Çünki həmişə adətən sədr olanda qalibi müəyyən eləmək məsuliyyəti qalır onun üzərində. Ona görə belə davam eləyin. Gələcəkdə inşallah hakim kimi filan iştirak eləyərsiniz. Həm də bu gələcəkdə də bu tipli müsabiqənin davam eləməsində bir rolunuz olar, çox yaxşı olar. Məsəl üçün, burada auditoriyada Orxan Əbdülkərimlə oturub, biz 2016-da bu müsabiqəni onunla təsis eləyəndə düşünməzdik ki, bu yerə gələr. Yəni, təsəvvür edin ki, uzun müddətli bir şey kimi mən qəti inanmazdım. Amma bu tələbələr onu yaşadılar. Siz də onun bir iştirakçısı kimi burada iştirakdan çox böyük töhfə vermiş olursunuz. Özünüzə də bir təcrübə qazandırırsınız. Çox sağ olun. Mən çox uzatmayacağam. Samir bəy, buyurun. Deməli, hər kəs hazırdırsa, mən qalibi elan eləyim. 2026 Topçubaşov məhkəmə müsabiqəsinin qalibi Ərzəçi Məmməd Əmin Rəsulzadə komandası. Təbrik eləyirəm. Komanda üzvlərin dəvət eləyək, kuboku təqdim eləyək. Buyurun, sizdir.